olsun. Benim ekranım görünür mü? Bəli, görsənir. Tamam. Çok güzel. Bugün 3 tane standarta bakacağız. Bugün en önemli standartımız bu CED pul vesayetlerin hareketi hakkında hesabat standartıdır. Şimdi bu standartın birinci ben nəzəri hissəsini sizə çatdıracağım. Ondan sonra da həmin hesabatı birlikte tərtib eləyəcəyik. Amma ondan əvvəl, standarta girişməmişdən əvvəl mən istəyərdim ki, bir suallar vereyim, siz cevaplandırmaya çalışın. Hmm, Demek sualım bu şekilde olacak. Ümumiyyətlə bu pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Bu nə üçün vacibdir? Bizim 4 tane hesabatımız var da, düzdürmü? Bu dördüncü hesabatdır. Niye bize 3 tanesi bəs eləmir ki, bu dördüncüye ihtiyacımız yaranıb? Bunun mahiyyəti nədən ibarətdir? Bu bizə hansı məlumatları verir ki, bu dördüncü hesabat olaraq öz yerini alıb? Bu hesabatda hansı metodlar var? Bu hesabatın üç tane tərkib hissəsi nələrdən ibarətdir? Bu hesabat bizə nələr verir? Bu kimi suallarımın yəni, hansını istəsəniz, buyurun, hansından istəsəniz başlayıb cavablandıra bilərsiniz. Kim cavab vermək istəyərsə buyursun. Salam, Xalqal müəllim, salam əziz kollegalar, xoş gördük hər bir. Pul hərəkəti, pul vəsaitlərinin hərəkəti haqqında hesabat ona görə e, vacib hesabatlardan biridir ki, biznesin əsas şah damarı pulun axınıdır, pulun hərəkətidir. Pul vəsaitləri olmadan biznesi təsəvvür etmək olmaz. Biznesin əslində son mahiyyəti qazanc gəlir, pul əldə etməkdir. Pul hərəkəti haqqında hesabat deməli biznes fəaliyyətində pulun real axınını, real vəziyyətini göstərir. Pul hansı mənbələrdən daxil olub və hansı mənbələrə xərclənib, hara xaric olub, onu əks elətdirir özündə. Hardan daxil olub, haraya xərclənib, haraya investisiya yatırılıb, haradan əlavə gəlir əldə olunub, araya əlavə xərc əldə olunub və s. və ilaxır və dövrün sonunda da əldə olan real pulu göstərir. Çünki biz əgər belə deyək də hesablama metodu tətbiq ediriksə, təbii ki, maliyyə hesabat beynəlxalq standartlarında kassa metodu yoxdur, qadağandır. Hesablama metodu tətbiq ediriksə, biz satışlarımızı görəcək ki, məsələn, deyirəm, 120 min bizim satışımız var. Amma kassada 120 min hələ pulumuz var demək deyil axı bu. Bizim kassada olan real pulumuzu, həqiqətən olan pulumuzu görməkdən, bilməkdən ötürü pulun hərəkəti haqqında hesabata ehtiyacımız var. Çünki biz satışı edilib pulu almaya bilərik, belə olanda debitoryanın və yaxud da ki, keçən il aldığımız avansdan satış edə bilərik. Bunda da pul axını olmayacaq. Bütün bu fikirləri ümumiləşdirməkdən ötürü və başqa orada təbii ki, hallar var. Bunun hərəkət haqqında hesabat hazırlanır. Bunun hərəkət haqqında hesabatının hazırlanmasının iki metodu var. Dolayı metod və birbaşa metod, direct, indirect metod deyirlər. Və hesabatın özünün strukturu üç hissədən ibarət. Üç sütun üzərində dayanıb, belə deyək. Əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyə fəaliyyətində pulun axını. Bu fəaliyyətlər üzrə pulun hərəkətini cəmləşdirəndən sonra keçən ilki qalığı da toplayanda ilin sonuna bank hesabında olan pul vəsaitlərini deməli, cəmini göstərməlidir. Hı hı. Oldu. Çok sağ olun. Teşekkür Sağ edirəm. ol. Başka fikirlərə baxaq. Verdiğim suallara başka kimin cevabı var? Kim münasibət bildirmək istəyər? Bu hesabat nə üçün vacibdir? Xalqal bəy, salam, sabahınız xeyir olsun. Sabahınız xeyir. Mən sadəcə əlavə bir şey demək istirdim. Hı hı. Bizim üçün pul hərəkəti elə pulun daxil olması, silinməsi kimi görünsə də, əslində o üç hissəsi ki var, əməliyyat, investisiya və maliyyə, o Aha, bizə çox şeydən xəbər verir biznes üçün. aha, Çünki orada hər bölmənin sonunda, məsələn, əməliyyatdan daxil olan xalis pul hərəkəti, investisiyadan xalis və maliyyədən.
Bu müəssisənin bir növ durumunu da göstərir. Orada təbii ki, əməliyyatdan olan xalis pulun çox olması daha yaxşı görünür ki, artıq biznesin davamlılığına da bir sübut kimi görünür. Nəinki onun digərlərində olan xalis pul hərəkətinin çoxluğu. Hı hı, hı hı. Bəli, bəli. Buradan şirkətin likvidliyini, borclanma əmsalını hamının görmək mümkün. Əgər maliyyə fəaliyyətində müsbət artım varsa, o deməkdir ki, daha çox borclanır şirkət. Hı. Əməliyyat fəaliyyətindən müsbət artım daha yaxşıdır ki, çünki əməliyyat fəaliyyətində şirkətin adi fəaliyyəti zamanı əldə etdiyi gəlirlər və daxil olmalar görsənir. Maliyyə fəaliyyətində borclanma, öhdəliklərlə bağlı, investisiya fəaliyyətində də əsas vəsaitlər uzunmüddətli aktivlərə qoyulan investisiyalar və yaxud da onların satışından daxil olmalar görür. Aha, tamam. Sonra kimin nə fikri var, əlavəsi var? Kim nə deyə bilər? Bu hesabatın hazırlanma, tərtib olunma metodları hansılardır? Dolayı metod, bir də birbaşa metod var müəllim. Siz dediniz. Siz dediniz. Birbaşa metod biraz Yok, siz asandır. dediniz. Siz dediniz. Diğerlerinden soracağım. Dolayı metodla hazırlananda pul vəsaitlərin hərəkəti haqqında hesabat. Biz necə hazırlayırıq onu? Mən heç bilmirəmsə, yəni heç hazırlamamışamsa bu hesabatı kimsə mənə desin. Mən harda başlayıb harda bitirməliyəm? Yəni necə başlamalıyam? Yəni hansı punktla başlamalıyam? Nələrə fikir verməliyəm? Və necə davam etməliyəm? Kimsə məni yönləndirə bilərmi? İki iştirakçı Sabahınız xeyir. xaricində. Bunlar mən deyim. Buyurun Etibar bəy. Mənim fikrimcə Hı hı. burada mənfəət və zərər hesabatından istifadə eləyirik. Bir də ki, Aha. balans hesabatlarına müxtəlif dövrlərin Hı hı. 2 illik tutaq ki, balans hesabatlarını götürürük. Hı hı. Burada aktivlərdə artım pul çıxışı kimi nəzərə alınır. Passivlərdə artım isə pul girişi kimi nəzərə alınır. Müsbət kimi fərqləri, müsbət və Aha. mənfi kimi qeyd edib eləyirik. Plus da ki, mənfəət və zərər hesabatında da o nağdsız hesablaşmalar kimi o maddələr var. Məsəl üçün amortizasiya onları üzərinə gəlirik və beləliklə də dolayı metodla kəşf-flonu formalaşdırırıq. Aha. Bəs birbaşa metodda necə hazırlanır? Birbaşa isə bu bayaq kolleqalarımızda dediyimiz kimi müxtəlif fəaliyyətlərdən pul daxil olması, nəqd faktiki pulun daxil olması və çıxışını müxtəlif fəaliyyətlər üzrə, məsəl üçün əməliyyat fəaliyyəti, birbaşa yanı fəaliyyət, investisiya və maliyyə fəaliyyəti üzrə bölgüsünü aparırıq burada. Tamam, sizlə davam edək. Siz dediniz ki, sizdən daha əvvəlkilər dedi ki, hesabat üç hissədən ibarətdir. Əməliyyat, investisiya, maliyyələşdirmə, düzdürmü? Üç Bəli. hissədən bölməsi var. Kredit götürübsə şirkət, Aha. bu əməliyyatı hansı bölməsində göstərməlidir? Adətən maliyyə fəaliyyətində göstərilir bu. Yəni pul girişi maliyyə fəaliyyətində göstərilir ki, yəni borc vasitəsilə əmələ gəlib. İndi bunun ayrımını siz nəyə əsasən müəyyən etdiniz? Yəni pul müxtəlif mənbələrdən bayaq yoldaşlar da dediyi kimi, kolleqalarımız dediyi kimi müxtəlif mənbələrdən daxil ola bilər. Yəni burada da ayrılma mənim fikrimcə ona görədir ki, qarışdırmasınlar ki, yəni bu biznesdən pul gəlib yoxsa borc hesabına gəlib. Ona görə də əməliyyat fəaliyyətində göstərməmək üçün bunu ayırırıq ki, bilək ki, borc hesabına likvidlik qorunub və yaxud pul daxil olub. Belə fikirləşirəm. Aha, başa düşdüm sizi. Oldu, çox sağ olun. Təşəkkür Buyurun. edirəm. Əlavələri olan varsa buyursun. Yoxdursa keçirəm standartın özünü izah eləyəcəm. Sabahınız xeyir Şamxar bəy. Sabahınız xeyir. Həmkarlar sabahınız xeyir. Dolayı yolla pul vəsaiti hərəkəti tərtib edəndə orada mütləq qayda əgər 24-cü ilin auditidirsə 23-cü il mütləq görsənir keçmiş ilinki. Və kreditor debitorda bilmirəm həmkarlar ona nəzər yetirib-yetirməyib. Keçmiş illərin, yəni 24-cü ilin hesabatsa ən azı 22-21-ci ilin debitor kreditorun hərəkəti sırada sıralanmalıdır. Yəni onlar öz əksini tapandan sonra o hesabatda düzgün fiks olur. Rəqəm düz gəlib çıxır 23-cü ilə.
və 23-cü ildən sonra isə kassa qalığı avtomatik olaraq düzgün göstərilir. Bu əvvəlki illərin debitor kreditoruna nəzər yetirmə ora qeyd eləməyəndə, yəni nəzərə alınmayanda kassa qalığı düz gəlib çıxmır. Yəni ona bilmirəm nə qədər fikir verirlər ya vermirlər, yoxsa onu avtomatik edirlər. Çünki o proqramla da quranda düz gəlmir. Çünki hesabatlardan avtomatik gəlir çıxır pul vəsaitinin hərəkəti. 4 hesabatın tərtibatından sonra. Və orada əvvəlki illərin debitor kreditoru mütləq nəzərə alınır. Əvvəlki illərin rəqəmləri yoxdursa, bəli, O, sizin o var, dediyiniz kimi olmamış olmur. Çünki mütləq qaydada 23-cü ilin əgər audit olubsa, deməli 22-21-ci ilin debitor kreditoru mütləq var. Hesabat Tamam. qalıqları görsənə bilir. Onu götürmək olur. Yəni dövriyyədən də götürmək olur, keçmiş illərin hesabatından da götürmək olur. Aha, Çünki o tərtibat nəzərə alınmayanda dolayısıyla heç vaxt qalıq düz gəlmir. Şampanlar. bəli. Bu yüzlər biraz çıxmasın. Mən birbaşa metodla heç vaxt kassa hesabatını tərtib eləmirəm. Həmişə dolayısı yolla tərtib edirəm. Çünki o biraz maraqlıdır. Çox birbaşa metod isə necə deyim, daxil olan pul, xaric olan pul, bir də vergilər orada ayrılır, əmək ayrılır, hara gedib, qalan isə xərc ümumi görsənir. Eləncə daxil olan pul bir cümlədə görsənir. İstehsaldan və s. gəlir də. O Oldu. sadə formada sonra açıq deyim, mən hələ bir dəfə onu tərtib eləmişəm. Bilməm onda niyə görə tələb elədi. Tender məsələsi idi. Orada birbaşdan əlavə dolayısıyla əlavə birbaşdan da tələb edirlər kassa. Orada Anladım. sadə Anladım. necə deyirlər? Elə bil ki, nətər deyim, kassa hesabat kimi bir şeydir. Bəli. Bəli, bank çıxarış üzərindən Bəli. Orada sadə bir bir şey. şey, bir tələb də qoymur. Ancaq dolayısıyla görürsüz, əvvəlki ilin əvvəlində olan qalığı da hətta orada düzgün görsənilməz. Və yaxud da vəsait amortisasiya, bir də görürsə amortisasiya hesablanır. Lakin o hesabatda amortisasiya vergi hesabatında nəzərə almırsa, çox vaxt çıxmırlar vergi hesabatı. O kassa hesabatı görürsüz düz gəlmir dolayısıyla. Tamam. O fərqlər həmişə balans hesabatı ilə fərqlər gəlir. Çox sağ olun. Başqa fikir olan? Keçirəm o zaman standarta. MUBS 7. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın əsas məqsədi müəssisənin pul vəsaitlərinin yaranma və istifadəsini göstərmək, onun likvidlik və ödəmə qabiliyyətini qiymətləndirməkdir. Bu hesabat mənfəətdən fərqli olaraq real pul axınlarını əks etdirir və istifadəçilərə müəssisənin pul yaratmaq qabiliyyəti barədə etibarlı informasiya təqdim edir. Bu hesabatın əsas məqsədi odur ki, siz mənfəət və ya zərər haqqında hesabata baxa bilərsiniz ki, şirkət mənfəətdədir və şirkət haqqında hər şey müsbətdir, gözəldir şirkətin vəziyyəti. Amma pul vəsaitlərinin hərəkəti haqqında hesabata baxarsınız ki, şirkət iflasın eşiyindədir. Yəni pul vəsaitlərinin hərəkəti haqqında hesabat bu dərəcə önəmli bir hesabatdır və adətən təsisçilərin ən çox önəm verdiyi hesabat bu hesabatdır, nəinki mənfəət zərər hesabatı. Pul vəsaitləri və onun ekvivalentlərində dəyişiklikləri ifadə edir. Bu o deməkdir ki, pul vəsaitlərini ifadə edir və onun ekvivalentləri deyilən bir şeyi ifadə edir, düzdürmü? O zaman biz baxmalıyıq ki, pul vəsaiti nədir, ekvivalentləri nədir? Pul vəsaiti nədir birinci? Kassadakı pulları və bankdakı pul vəsaitlər. Kassa bilirsiniz də nədir? Yəni, məsələn, ictimai yaşa də kassa daha çox olur. Kassadakı pullar daha çox olur. Bir də bizim bank hesablarımız olur. Bank hesablarındakı pul vəsaitləri. Ədəbi depozit hesabında olan pul vəsaitləri. Bu da bizim üçün pul vəsaitidir. Bir də müddətsiz depozitlər. Bu istənilən zaman geriyə götürə bildiyimiz depozitlər var. Və bunlar da bizim üçün pul vəsaiti kateqoriyasındadır. Bəs onların ekvivalentləri deyilən şeylər nədir? Bu da 3 aydan daha tez, daha az olan maliyyə alətləri, müddəti 3 aydan daha az olan maliyyə alətləri sayılır. Bu da ki, məsələn, bir aylıq böyük bir maliyyə təşkilatının istiqrazı buna misal ola bilər. Ekvivalent deyəndə biz adətən bunu nəzərdə tuturuq. Pul vəsaitlərinin ekvivalentləri yalnız qısa müddətli və yüksək likvidli maliyyə alətləri olmaqla yanaşı, dəyərində əhəmiyyətli dəyişiklik riski olmayan investisiyalar olmalıdır. Bu səbəbdən yalnız müddət meyarları kifayət etmir, risk faktoru da nəzərə alınmalıdır. İndi pul vəsaitləri və onların ekvivalentlərinin nə olduğunu bildik. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın nə üçün olduğunu da
bildik. İndi bu hesabatın hansı hissələrdən olduğuna baxmalıyıq. Onun üçün də biz hesabatın bir dənə özünü açaq. Baxaq ki, hansı hissələrdən ibarətdir. Adətən bu hesabat dördüncü yerdə gəlir. Düzdürmü? 1, 2, 3, 4. Niyə dördüncü yerdə gəlir? Sual sizədir ki, 4 dənə hesabat var və pul vəsaitlərinin hərəkəti haqqında hesabat dördüncü dördüncü sırada tərtib olunmuş olur adətən. Birinci sırada görməzsiniz də bunu heç vaxt. Düzdürmü? Bunun Və səbəbi nədir? Yəni bunun səbəbi odur ki, o biri hesabatlar Aha, tam hazır olub bitmədən bunu hazırlamaq mümkün deyil. Çünki orada məsələn, əgər kapitalın hərəkət haqqında hesabat olmasaydı, təsisçiyə aha, dividend ödənişi barədə məlumat olmasa, bunun hərəkət haqqında hesabatı hazırlamaq olmaz axı. Çünki bunu tam o biri hesabatlar tam bitməlidir ki, bu hesabatı hazırlaya biləsən. bəli, Buradakı informasiyaları biz oradan götürürük. bəli, doğrudur. İndi baxırıq. Deyirik ki, burada 3 əsas bölmədən ibarətdir. 1. Əməliyyat fəaliyyətləri, 2. investisiya fəaliyyətləri, 3. Maliyyələşdirmə fəaliyyətləri, düzdürmü? Belə olub. Baxın, 1 yazılıb. Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkətləri. Düzdür? Bu hissədə yazılıb. 2. İnvestisiya fəaliyyətləri. İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkətləri. Bu birinci hissə, baxın, budur. İkinci hissə buradır. Üçüncü hissə isə maliyyələşdirmə fəaliyyətləri. Burada da maliyyələşdirmə fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkətləri. Üçüncü hissə də buradır. Baxın, 3 dənə əsas hissədən ibarətdir dedik və o da bu hissədədir. İndi burada da sonunda bu üç dənə hissə bitdikdən sonra ilin əvvəlinə olan hissə gəlir və ilin sonuna olan hissə gəlir. Bu da ortadakı sizin il ərzində olan xalis dəyişikliklərinizdir. İlin əvvəlinə olanı yazırsınız, ilin sonuna olanı da avtomatik olaraq sizə hesablayıb vermək məcburiyyətindədir. Bu formada bir hesabatın tərtib olunması həyata keçirilmiş olur. Amma bizim üçün burada önəmli olan nədir? Bu başlıqlara bölüb də bunu standart. Bu başlıqları niyə bölüb? Bu başlıqların altında biz nələri yazmalıyıq? Bu başlıqlar ümumiyyətlə nə üçün var? Onları başa düşmək lazımdır. İndi onlara baxırıq. Əməliyyat fəaliyyəti müəssisənin əsas gəlir yaradan fəaliyyətlərini, bax, əsas gəlir yaradan fəaliyyətlərini, investisiya fəaliyyəti uzun müddətli aktivlərdən əldə edilməsi və satışla bağlı əməliyyatları, maliyyələşmə fəaliyyəti isə kapital və borc strukturu ilə bağlı dəyişiklikləri əks etdirir. Bu bölgü istifadəçilərə müəssisənin pul axınlarının mənbəyini daha yaxşı anlamağa imkan verir. Bu ümumi anlayışlardır. Biraz daha detallandıracağım. Əməliyyat fəaliyyəti deyir ki, müəssisənin ən qısa müddəti olan fəaliyyəti, yəni gündəlik, həftəlik, aylıq nə əməliyyat eləyirsə müəssisə, bunların hamısı əməliyyat fəaliyyətlərinin içində görünür. İnvestisiya fəaliyyəti isə uzun müddətli dövrdə müəssisənin nəsə investisiyası varsa, bunların hamısı investisiya fəaliyyəti, yəni bu bunun içində görünəcək. Belə düşünə bilərik, belə yadımızda qala bilər ki, şirkətin yetəri qədər pulu var və şirkət müəyyən investisiyalar aparır. Maliyyələşdirmə fəaliyyətində isə bunun tam əksi kimi düşünə bilərsiniz. Şirkətin yetəri qədər pulu yoxdur. Ona görə müəssisənin borc alışı etdiyi və borc ödənişi etdiyi əməliyyatlardır. Yəni burada pulu var idi deyə uzun müddətli dövrdə investisiya edirdi. Burada da pulu yoxdur deyə müəssisə borc alışı və ya borc ödənişi eləyir. Alışı eləyibdi. İndi borc alışı etdiyi borc alışı edib və onun borcunu qaytarır. Belə bir şeylərdir. Əməliyyat fəaliyyətində isə müəssisənin ən qısa müddəti olan fəaliyyəti deməkdir. Bu üçünün arasında təməl olan fərqlər bunlardan ibarətdir. İndi misal versək daha yaxşı anlaşılacaq. TTA-nın alışı üzrə edilmiş ödəniş. TTA alışı normalda əməliyyat fəaliyyətinə daha uyğun gəlir. Çünki bu belə deyək də daimi olan bir əməliyyatlardan biridir. Amma TTA özü uzun müddətli bir aktivdir. Ona görə uzun müddətli dövrə əhatə etdiyi üçün bu investisiya fəaliyyəti sayılacaq. Səhmlərin emissiyasından daxil olma. Səhim emissiya eləyirsə bir şirkət,
Bu o deməkdir ki, şirkətin pula ehtiyacı var. Yəni yetəri qədər pulu yoxdur deməkdir. Ona görə bu maliyyələşmə fəaliyyətidir. İşçilərə əmək haqqı ödənilməsi. İşçilərə biz ayda bir dəfə, iki dəfə əmək haqqı ödəyirik. Düzdürmü? Əməliyyat. Yəni müəssisənin ən qısa müddətli olan fəaliyyəti, əməliyyatı. Vendorlara edilən ödənişlər. Yəni kreditor borclarımız var və onun ödənişini edirik. Təbii ki, bu əməliyyatdır. İnvestisiyadan əldə olunan dividendlər. Yəni siz şirkət olaraq başqa bir yerlərə investisiya etmisiniz. Sizin yetəri qədər pulunuz var idi. İndi oradan sizə dividendlər gəlir. Bu da təbii ki, investisiya olacaq. TTA-ların satışından daxil olma. Siz TTA almışdınız. Düzdürmü? Baxın burada TTA almışdınız. İnvestisiya fəaliyyəti idi. İndi onu satırsınız. Satışdan pul gəlir. Necə ki, alış investisiya idi. Onun satışı da investisiya olmalıdır. Müəssisənin götürdüyü borcun ödənişi. Müəssisə pulu yox idi deyə borc götürmüşdü və burada da yazıb ki, borc alışı etdiyi və borc ödənişi etdiyi əməliyyatlar. Yəni müəssisə pulu yoxdur deyə borc götürürsə, sonra da borcu qaytarırsa, bunlar hamısı maliyyələşmədir. Ona görə burada da maliyyələşmə götürülməlidir. Sonra müştəridən daxil olmalar, yəni debitorun sizə ödəniş etməsi hər gün, hər ay, hər həftə, hər il ola bilər. Ona görə bu əməliyyat fəaliyyəti sayılacaq. Faiz ödənişi. Siz kredit götürmüsünüz, onun faizini ödəyirsiniz. Normalda kredit yetəri qədər pul yoxdur deyə siz yeyib kredit götürmüsünüz. Bu maliyyələşmədir. Amma faizin ödənişi o aylıq əsasda ya da həftəlik ödənişdir deyə maliyyələşməyə də uyğun ola bilər, amma standart deyir ki, əməliyyata daha çox uyğundur. Çünki bu daha çox şirkətin belə deyək də qısa müddətli olan fəaliyyətinə uyğun gəlir. Vergi ödənişi bu əməliyyatdır. Tez-tez ödəyirik də, aylıq əsasda ödəyirik, rübli əsasda ödəyirik. Ya da dividend ödənişi var. Dividend ödənişi də maliyyələşməyə standart deyir ki, daha çox uyğun gəlir. Bu isə aydın oldu mu? Yəni bu hesabat üç hissələrdən ibarətdir. Bu üç dənə fəaliyyətlərin bir-birindən fərqi nədən ibarətdir? Bura ilə əlaqəli sualımız varmı? Hı. İndi metodlara baxırıq. Biz bu hesabatı tərtib edə bilmək üçün bizə iki dənə metod verilir. Birinci metod birbaşa metoddur. Birbaşa metod çox sadə bir metoddur. Pulun hardan əldə edildiyi və hara xərcləndiyi bəllidir. Bu pul hardan gələ bilər? Müştəridən daxil ola bilər və ya fərqli yerlərdən. Pul hara gedə bilər? Vendorlara ödəniş ola bilər, faiz ödənişi ola bilər, işçilərə əmək haqqı ödənişi ola bilər, fərqli ödənişlər ola bilər. Birbaşa metod adi riyazi hesablamalar əsasında edilir. İndi burada standart birbaşa metodu geniş şəkildə yazıb, amma buna mən geniş yer verməmişəm, çünki bu çox sadə bir metoddur. Yəni siz 51 nömrəli ya da 223 nömrəli hesabın analizini götürürsüz. Baxırsınız ki, hansı hesablara ödənişlər olunub ya da ora hansı hesabdan ödənişlər gəlib ya da bank çıxarışını götürürsüz, ümumiləşdirirsiniz ki, bura hardan pullar gəlib, buradan hara ödənişlər gedib. Onun əsasında hesabatı tərtib edirsiniz və ya onun əsasında tərtib olunmuş hesabata baxırsınız ki, düzgün tərtib olunub yoxsa yox. Çox sadə bir riyazi hesablamalardan ibarət bir hesabat metodudur. Birbaşa metod. Ona görə mən bunun üzərində çox dayanmayacağam. Birbaşa metodun məntiqi bundan ibarətdir. Amma dolayı metod var ki, dolayı metod çox gözəl bir metoddur və dolayı metodun məqsədi nədir? Ona baxırıq. Dolayı metodda pulun mənbəyi bilinmir. Əlavə hesablamalar edilmir. Balans, kapital dəyişiklikləri və mənfəət və zərər haqqında hesabatdan istifadə edilərək hazırlanır. Bayaq sual verdim ki, niyə bu pul vəsaitlərinin hərəkəti haqqında hesabat dördüncü yerdə gəlir həmişə? Cavab da odur ki, bu üç dənə hesabat əvvəlcədən hazırlanmazsa, biz bu hesabatı, bu cash flow hesabatını hazırlaya bilmərik. Çünki digərlərinin üzərindən hazırlayırıq bunu. Oradakı müddəalar bəlli olmalıdır ki, biz bunu hazırlaya bilək. Məqsəd xalis mənfəətin tərkibindən pul olmayan və əməliyyat fəaliyyətinə aid olmayan əməliyyatları təmizləyərək xalis pul axınına gəlib çatmaqdır. Bu cümləyə xahiş edirəm bir daha baxın. Məqsəd xalis mənfəətin tərkibindən
pul olmayan və əməliyyat fəaliyyətinə aid olmayan əməliyyatları təmizləyərək xalis pul axınına gəlməkdir. Yəni bu o deməkdir ki, biz bu dolayı metoddan istifadə eləyəcəyik və biz xalis mənfəəti götürəcəyik. Xalis mənfəətdə isə biz müəyyən toplama çıxma əməliyyatları eləyəcəyik və bu toplama çıxma əməliyyatları pul olmayan və əməliyyat fəaliyyətinə aid olmayan əməliyyatlar üzərindən eləyəcəyik və nəhayətində biz şirkətin toplamda ilin sonuna nə qədər pulu var imiş, ona gəlib çatacağıq. Yəni dolayı metodun gücünü görürsüz də, yəni nə dərəcədə dəli bir şeydir də bu. Yəni sadəcə xalis mənfəət üzərindən pul olmayan və əməliyyat fəaliyyətinə aid olmayan əməliyyatları təmizləyirik və nəticədə şirkətin nə qədər pulu var imiş, ona gəlib sata bilirik. Yəni birbaşa metodla dolayı metod arasındakı fərqə baxın. Dolayı metod xalis mənfəətdən başlayaraq pul olmayan əməliyyatların və əməliyyat fəaliyyətinə aid olmayan gəlir və xərclərin düzəliş edilməsi ilə əməliyyat fəaliyyətindən əldə olunan xalis pul axınının müəyyən edilməsini nəzərdə tutur. Bu metod analitik transformasiya tələb edir və yalnız sadə riyazi toplama deyil. İkisinin arasındakı fərq burada qeyd olunub. Bəs dedik ki, bu xalis mənfəətdən gəlib çıxmaq lazımdır. Bu nə deməkdir? Baxın, birinci yazırıq xalis mənfəət. İndi hesabatın formasını mən sizə göstərirəm. Baxın, birinci yazılır xalis mənfəət. Hesabatın ən başında birinci xalis mənfəət nədirsə o yazılır. Xalis mənfəəti yazdınız. Ondan sonra isə pul vəsaiti iştirak etməyən əməliyyatlar üzrə. Pul vəsaitə iştirak etməyən əməliyyatlar nə ola bilər? Məsələn, bunlar pul vəsaitinin iştirak etmədiyi əməliyyatlardır. Məsələn, biri nədir? Amortizasiya xərci. Amortizasiya xərcində pul vəsaiti iştirak edirmi? Etmir. Niyə etmir? Çünki siz əsas vəsaiti almısınız, illik əsasda amortizasiya eləyirsiniz. Siz amortizasiya eləyirsiniz deyə sizdən pul vəsaiti çıxır, çıxmır. Düzdür? Çıxmır ki. Sadəcə xərc tanıyırsınız da onu. Məzənnə fərqi üzrə gəlir və ya zərər. Amma pul vəsaiti olmayanlar. Məsələn, ilin sonunda ya da dövrün sonunda e, debitor və ya kreditorun qiymətləndirilməsi. Qiymətləndirmə edirsiniz deyə bank hesabından pul çıxmır da, düzdürmü? Sadəcə xarici valyutada qalan debitor və kreditorların qiymətləndirilməsi aparılır ki, görüm həqiqətən bizdə vəziyyət necədir. Burada da pul çıxmır. Ya da qiymətdən düşmə üzrə zərər tanıyır şirkət. Qiymətdən düşmə üzrə zərər tanıyanda şirkətin bank hesabından pul çıxırmı? Çıxmır. Borc bağışlanır. Deyir ki, qarşı tərəfdəki şirkət sizin müştərinizə deyir ki, mənə borcum var idi, onu qaytarmasan da olar. Sizin hesabınıza pul gəlmir, sizin hesabınızdan pul çıxmır. Ya da hökumət subsidiyaları üzrə gəlir. Hökumət deyir ki, get filan aktivi götür, onun ödənişini mən eləyəcəm. Düzdür? Burada da yenə sizin bank hesabınızdan pul çıxmadı da, düzdür? Baxın, pul vəsaiti iştirak etməyən əməliyyatlar üzrə. Siz bu xalis mənfəətin üzərinə, bax bunların hamısını gəlirsiniz və ya xalis mənfəətdən bunları çıxırsınız. İlk addım budur, dolayı metodda. Və burada etməli olduğumuz bir şey var. Pul olmayan hər şey reverse edilir yazmışam. Reverse edilir nə deməkdir? İndi xalis mənfəəti verdi burada. Amortizasiya xərci normalda xərc bizdə çıxılar. Amma biz tərsinə gedirik. Xalis mənfəətdən yuxarı qalxırıq da, düzdürmü? Yuxarı qalxdığımız üçün normalda xərc çıxılırdı deyə biz buna tərsinə məntiq istifadə etdiyimiz üçün toplayırıq. Yəni xərc normalda çıxılırdı, biz indi üzərinə gələcəyik. Məzənnə fərqi zərərdirsə, yəni xərcdirsə biz çıxırdıq, amma burada toplayacağıq. Gəlirdisə nə oldu? Toplayırdı, müsbət idi. Burada isə mənfi ilə yazırıq. Qiymətdən düşmə üzrə zərər, zərər mənfi ilə yazılır, amma burada müsbətlə yazacağıq. Borcların bağışlanması mənfi ilə yazacağıq. Yəni bağışlanırsa bizə gəlirdi, amma mənfi ilə yazırıq. Hökumət subsidiyalar üzrə gəlir, gəlir müsbət bir şeydir, amma burada mənfi ilə yazacağıq. Bu kimi hallarda, yəni pul vəsaiti iştirak etməyən əməliyyatlar üzrə bu formada biz e, xalis mənfəətdən sonra ilk addımımızı bitirmiş oluruq. Ondan sonra isə keçirik nəyə? Əməliyyat fəaliyyətinə aid olmayan əməliyyatlara. Aid olmayan əməliyyatlar isə investisiya və maliyyələşdirmədir. İnvestisiya və maliyyələşdirmədə nədir bunlar? Faiz gəlirləri var. Məsələn, TTY-nin satışı üzrə gəlir. Burada da yenə eyni məntiqdir. Məsələn, faiz gəlirləridir.
Faiz gəlirləri müsbətlə yazmalıyıq əslində. Yenə mənfi ilə yazırıq. Yenə reverse eləyirik. Mənfi ilə yazırıq da, yəni belə deyim. Qabağına həmişə mənfi qoyuruq. Ya da TTY-nın satışı üzrə gəlir və zərər varımızdısa, TTY-nın satışından zərər varsa müsbətlə yazırıq. Gəlir varsa bunu da mənfi ilə yazırıq. Bu formatda ikinci hissəni də bitirmişik. İndi mən burada 2 dənəsini yazmışam, amma bu daha çoxdur da bunun punktu. İndi misala keçəndə görəcəksiniz. Hələ ki nəzəri hissədəyəm. Bu da ikinci bölməmizdir. Əməliyyat fəaliyyətinə aid olmayan əməliyyatlar. Üçüncü bölmədə isə faiz ödənişi və mənfəət vergisi ödənişi. İndi burada MUPS-un xüsusi bir tələbi var. MUPS-un xüsusi bir tələbi var ki, deyir üçüncü bölmədə siz ödədiyiniz faiz ödənişi nədirsə və ödədiyiniz mənfəət vergisi nədirsə, onu həmin hesabatda ayrıca göstərmək məcburiyyətindəsiniz. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda siz faiz xərcini və mənfəət vergisi xərcini göstərirsiniz hesabatda. Amma eyni zamanda faiz ödənişini və mənfəət vergisi ödənişini də ayrıca göstərmək məcburiyyətindəsiniz, deyir hesabat. Sizcə bunun səbəbi nə olar? Müəllim, bir Standart niyə dəqiqə, belə bir tələb çox qoyar? çox gözəl bir məqama gəldi, çıxdınız bayaqdan bunu gözləyirəm. Deməli, maliyyələşmə fəaliyyətində də faiz ödənişi var, əməliyyat fəaliyyətində də var. Aha, Mən düşünürəm ki, bu ona görədir ki, düşünürəm yox, elə olmalıdır. Bir var ki, hesablanan faiz xərci, bir də var aha, faktiki ödənən. Bir aha, var ki, məsələn, biz bankdan 400 min kredit götürürük, plus 100 min də faiz öhdəliyi var. aha. Özümüzə balansı öhdəlik yaradırıq ki, 400 min uzun müddətli borc, 100 min də faiz öhdəliyi. Hı hı. Amma biz onu hamısını ödəmirik axı il ərzində, bu Hı hı. ilin balansında. Məsələn, ondan tutaq ki, da deyirəm 70 min ödəmişik. Bəli. Faktiki çıxan pul 70 mindir. Ona görə biri faktiki çıxan pul əməliyyat fəaliyyətində yazılır. Aha, Öhdəlik tərəfi isə maliyyə fəaliyyətində. bəli. Doğru. Bəs ümumiyyətlə niyə bu iki dənə punkt? Siz dediyinizlə razıyam bu arada. Bəs niyə bu iki dənə punktu ayırır? Yəni niyə faiz və mənfəətə bu qədər ilişir? Yəni niyə məsələn amortizasiya deməyək də, niyə başqa bir maddə yox, amma sırf faizlə mənfəəti burada ayrıca göstərir, başqalarını demir. Hesaplanan və ödənən fərqli-fərqli rəqəmlər olur da. Hesaplanan Başqa verginin maddə özü, də ola bilər. vergi özü də məsələn hesaplanan o vergi hesaplanan vergi başqa olur, faktiki ödənən vergi başqa olur, hesaplanan faiz başqa olur, faktiki. Bir də ki bu düşünürəm ki, mənfəət vergisi ona görədir ki, başlayanda başlanğıc o xalis mənfəətdən başlamış o. Ona Aha. görə xalis mənfəəti şey eləməkdən ötürü, reverse eləməkdən ötürü. Bir də faiz xərcidə şirkətin belə düşünürəm, likvidlik göstəricisinə təsir eləyir ona görə. Yəni nədir o fasiləsizlik, davamlı qoyun konserni var. Düşünürəm ki, ona təsir eləyir. Yəni oxuyucular daha aydın olmalıdır. Şirkətin maliyyə dayanıqlığı daha aydın olmalıdır. Başa düşdüm. Çox sağ olun. İndi baxın, belə bir şey deyir standart. İndi bu faiz və mənfəət fərqli ölkələrə görə fərqli dərəcələrdədir. Düzdürmü? Və siz getsəz fərqli bir ölkəyə, bizim Azərbaycanda bu faiz 15%-dir. Şirkət gedir 15%-dən aşağı götürə bilmir krediti. Azərbaycanda mənfəət vergisi 20%-dir. Amma başqa ölkədə faiz 3%-dir, mənfəət vergisi 8%-dir. Oxuyucu da bilməlidir ki, sizin ölkənizdə katastrofik rəqəmlərdən söhbət gedir. Ona görə standart bu şərti qoşur ki, faiz və mənfəət pul vəsaitlərinin hərəkəti haqqında hesabatda ayrıca müddəalarda göstərilmək məcburiyyətindədir. Ona görə bu ikisi həm faiz xərci, həm də mənfəət vergisi xərci olaraq yuxarıda da göstərilməlidir. Eyni zamanda faiz ödənişi və mənfəət vergisi ödənişi kimi ayrıca punktlarla hesabatın ayrı hissəsində ayrıca göstərilmək məcburiyyətindədir. Hesabata baxanda ayrıca bunu sizə yenə qayıdacağam bu hissəyə. Daha sonra isə
dövriyyə kapitalındakı dəyişikliklər, debitor borclarda artım və azalma, inventarda artım və azalma, kreditorda artım azalma və digər punktlarda artım azalma. Burada da yenə eyni məntiqdən istifadə edirik. Debitor borclarda artımı biz mənfi ilə göstərəcəyik, azalmanı müsbətlə. İnventarda artımı mənfi ilə, yəni debitorla inventar eyni mahiyyətdədir də, düzdürmü? Bunlar yenə artımları mənfi ilə olacaq, azalmaları müsbətlə, amma kreditor bunların əksi olduğu üçün artımı müsbətlə, azalmanı mənfi ilə bu formatda göstərmək məcburiyyətindəyik. Ondan sonra da pul vəsaitləri və onun ekvivalentlərindəki xalic dəyişiklikləri biz artıq görəcəyik. Sonra ilin əvvəlinə və ilin sonuna pul vəsaitləri tərtib olunmuş, ortaya çıxmış olacaq. Bu standart burada bitir. İndi mən keçəcəm bu işin praktiki tərəfinə. Bura qədər sualı olan varmı? Bura qədər qalan bir yer varmı? Çox sağ olun, Şamxan Buyurun. müəllim. Əlavə eləmək istərdim ki, Buyurun. ümumiyyətlə, bu əməliyyat investisiya maliyyə fəaliyyəti ilə bağlı bu direct indirect metod yalnız əməliyyat fəaliyyətində, bax siz bayaqlarım qeyd etdiyiniz kimi yalnız əməliyyat fəaliyyətində istifadə olunur. Digər maliyyə və investisiyada o metoddan istifadə olunmur. Bəli. Yəni ki, bu birbaşa metoddan danışmırıq. Biz dolayı metoddan əsas istifadə etdikdə bunu nəzərə almalıyıq ki, digər maliyyə və investisiyada bu indirect metod istifadə edilmir. Doğrudur. Mən sadəcə burada dedim ki, birbaşa metod əslində detallandırır və çox geniş yer verilir və mən bunun detalına çox getmədim. Mən sadəcə dolayı metodu əsas sizə çatdırmağa çalışıram. Ona görə əsas buna fokuslanmışam. Amma detallandırsaq sizin dediyiniz bəli, standartlarda yer alır. Sizin dediyiniz formadadır yəni. İndi keçək. Buranı bağlayaq mı? Bunu bağlayaq. Bunu bağlayaq. Bunu bağlayaq. Hı. Ee, Burada yazılanları rahat şəkildə görürsüz. Tam oxunur hamısı. Yoxsa böyütməyə ehtiyac varmı? Bir balaca böyükdən 75% olsa yaxşı olur. 75. 75 eləyənmədim. Hı hı, hə, olsun. Belə qalsınmı? Hı hı. Zəhmət olmasa bunlarla tanış olun, burada yazılanlarla. Yəni hamısından. Bir 2 dəqiqə, 3 dəqiqə tanış olun.
Tanış olduk mu? Burada neyse qeyri-adi bir şey var. Mesela uygunsuzluk gördünüz mü yani? Yoksa her şey aydındır mı? Yani burada maliyyə vəziyyəti haqqında hesabatı verib. Burada da mənfəət və ya zərər haqqında hesabatı verib. Düzdür? 24, 25, burada da 25'i verib. Bu da izah edici qeydlərdən bir hissənin çıxarışıdır. Yəni bizə lazım olan hissənin çıxarışıdır. İndi də verib burada pul vəsaitlərinin hərəkəti haqqında hesabatın maddələrini deyir doldur. Burada doldurulmuşu var, amma biz özümüz doldurmalıyıq ki, bilək görək doğru doldura bilirik yoxsa yox. İndi bunu biz bərabər doldursaq daha yaxşı olar. Bu sualı mən də bir dəfə görmüşəm. Yəni mən də açıq bilmirəm necə dolduracağıq. Gəlin istəyirsiniz bunu bərabər şəkildə dolduraq. Siz mənə köməkçi olun, bir yerdə dolduraq. Olarmı elə? Köməkçi olacaqsınız mənə. Hı hı. Başlayalım. Başlayaq mı? İndi hardan başlayırıq? Birinci yazıb əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti. Buraya yəqin ki, heç nə yazmırıq da, bu başlıqdır. Hı hı. Düzdür? Evet. Sonra yazıb hesabat dövründə xalis mənfəət və ya zərər. Bura nə yazıram? Buraya yazırıq 117.600. Əzbərdən demirik. Ha, şeydən Gedirik sonra filan yerə. burada Demək, qeydlərimi bərabərdir. götürmüşdüm. Hə, Halis bərabərdir. mənfəət. Keçirik bura. Burada nədir? Xalis mənfəəti yazırıq da, düzdürmü? Rəqəm budur. Xalis mənfəəti olduğu kimi keçirdirik bura. Düzdür? Baxaq kontrolunu 117 min. Tamam, bura düzdür. İndi yazıb mənfəət vergisi üzrə xərclər. Mənfəət vergisi üzrə xərclər, mənfəət vergisi də yenə eyni hesabatdan götürüləcək. Düzdürmü? Yenə keçirəm bura, gəlirəm, buradakı rəqəmi götürürəm. Amma burada bir dənə diqqətli olmağımız lazım olan məqam var ki, biz eyni rəqəmi bura keçirdə bilmərik. Niyə? Çünki bayaq dedim ki, biz xalis mənfəətdən yuxarı qalxırıq deyə biz rəqəmləri reverse şəklində keçirməliyik, düzdürmü? Reverse şəklində o deməkdir ki, məsələn, amortisasiya xərci idisə, mənfidirsə müsbət yazmalıyıq. Ona görə bunun qabağına biz mənfi qoyacağıq. Düzdürmü? Miramal müəllim. Müsbətlə keçirməliyik bunları. Düzdür? Bəli, bəli, toplanacaq da olmuşdu. İndi amortisasiya xərcləri bərabərdir. Amortisasiya xərcləri burada hardadır? Aşağıda qeydlərdə yazılıb. Qeyddə var. Bravo. Biz maliyyə hesabatlarının içində burada görə bilmərik onu. Yəni burada əgər funksional bir şey aparılmayıbsa, mənfəət və ya zərər haqqında hesabat hazırlanmayıbsa, biz onu görə bilmərik. Biz məcburuq ki, gedək izah edici qeydlərə, oradakı açıqlamalara baxaq. Ona görə də bizə izah edici qeydi burada qısaca verib. Orada da yazıb ki, amortisiya xərci 40 min manatdır. 40 min manatdırsa, biz elə onu yazaq 40 min daha, düzdürmü? Bu da yenə mənfi ilə yazılmalıydı, amma xərc olduğu üçün, amma biz onu müsbətlə yazdıq. Sonra faiz xərcləri və və ya gəlirləri. Faiz xərclərini biz yenə izah edici qeyddən götürməliyik da, düzdürmü? Bəli. İndi burada izah edici qeydlərdə nə yazıb? Yazıb ki, ilin sonuna faiz deməli öhdəliyi qalmamışdır. Faiz xərcləri kommersiya xərclərindən ibarətdir. Onda belə Aha. çıxır ki, burada kommersiya xərcləri 35 min var, o faiz xərcləridir. Bəli, yazıb ki, faiz xərcləri kommersiya xərclərindən ibarətdir. Burada da yazıb ki, kommersiya xərcləri 35 min manatdır. Yəni bu yazıbsa ki, kommersiya xərclərindən ibarətdir. Deməli, kommersiya xərclərinin hamısı faiz xərcidir. Hı, Düzdürmü? Ona hı. görə bunun qabağına mənfi qoyacağıq. Bu 35 minin hamısı bizim üçün faiz xərcidir deməkdir. Bura aydın oldu mu? Bəli. Düz mü yazdıq bunu? Hə, düz yazmışıq. Tamam. Sair qeyri-pul əməliyyatları üzrə xərclər və gəlirlər. Burada sair qeyri-pul əməliyyatları nə ola bilər? Baxın şeyə, ə, izah edici qeydlərə nə ola bilər? Sair qeyri-pul. Orada titar satışından zərər var. Bəli. Ola bilər bu. Ola Bəli. bilər. 3 yazayım ben. Nə qədərdir? 300 yazayım.
300, 5300. 5300. Hə, 5 o tərəfdən. Belə eləyək. Hə, Tamamdır. düzəldin deyəsən. Demək 5300 AZN zərərlə satılmışdır. Yazıb ki, 2025-ci ildə ilkin dəyəri 122 min AZN və yığılmış amortizasiyası 28 min AZN məbləğində olan TTA 5300 zərərlə satılmışdır. Satış zamanı yaranan zərər sair əməliyyat xərclərinə əlavə edilmişdir. 5300 AZN zərərlə. Tamam, zərərdirsə mənfi iləndir. Biz müsbətlə keçirdəcəyik. Burada da bizdən nə istəyir? Sair qeyri-pul əməliyyatları üzrə xərclər. Tamam, bura olduğu kimi 5300 yazmalıyam da, elə başa düşürəm, düzdürmü? Fərqli bir şey yoxdur ki burada. Yox, yox, elə. Baxaq. Hə, Şimdi eynisi yazılır. Tamam. Bura o zaman düz oldu da. Bu hissəni bitirdik. Birinci hissəmiz bura tam şəkildə bitmiş oldu. Bura qədər qaranlıq qalan bir yer var. Hər şey başa düşüldü. Sual var burada. İndi gəlirik bu hissəyə. Ehtiyatların azalması və ya artması. Gələk bir dənə baxaq ehtiyatlarımıza. Ehtiyatlar. Demək, ehtiyatlar bizdə 12 min imiş, düşüb 7 minə. Yəni azalıb. Burada da deyir ki, ehtiyatlar azalıbsa müsbətlə yaz. Düzdür? Demək, adi bir şeydir də. Gəlirəm bura. Ehtiyatlar. Bundan çıxaram bunu. Eləyər 5300. Doğru oldu mu? Burada necədirsə elə yazdım da. Yəni fərqli bir şey eləmədim ki. Keçək indi bu birisinə. Debitor borclardır da bu. Əməliyyat debitor borcların azalması və ya artması. Debitor borclar da budur. Qısa müddətli debitor borclar 28400 və 22000. Demək 22 min imiş, artıb 28 min olub debitor borclarımız. Burada da deyir ki, azalıbsa, artıbsa. Deməli, artıbdır da bizdə, düzdürmü? 22 minmiş, 28 min olub. Artıbsa mənfi ilə göstərəcəyik. O zaman gəlirik 22 min çıx 28 min. Bu da eləyəcək mənfi 6400. Doğrudur. Düzdür. Bu hissəni də hə, okeydir də yəqin. Ondan sonra isə yazıb kreditor borcların azalması və ya artması. Kreditor borclar bizdə aşağıda görünür. Bax bu hissədə. Kreditor borclarımız 300 imiş. Qalxıb 9200-ə. Burada da deyir ki, kreditor borcların azalması və artması. Artması müsbətlə yazılır. O zaman müsbətlə yazılırsa, bizdə də artıbdır da bu. 9200-dən çıxaram 300-ü. Bu arada mən özüm eləyirəm, amma siz mənə demirsiniz heç. Bu da 8900. Tamam, bu da doğrudur. Hə, baxın, indi bu hissədə ödənilmiş mənfəət vergisi və ödənilmiş faizlər gəldi. Hansı ki biz burada dedik ki, ödənilmiş faiz ödənişi və mənfəət vergisi ödənişi ayrıca iki dənəsi göstərilməlidir də, düzdürmü? Ey. Baxın, indi o hissədəyik. Düzdür? Baxın, ayrıca göstərilməlidir. Baxmayaraq ki, burada mənfəət vergisi üzrə xərclər, faiz xərcləri var idi və biz onları ayrıca yazmışdıq. Onların ödənişləri də ayrıca yazılmalı idi. yəni konkret İndi, ödənə. indi mənə deyin ki, bu mənfəət vergisini ödənişini biz necə hesablayacağıq? E, belə hesablayırıq da. Deməli, dövrün əvvəlinə qalıb, dövrün əvvəlinə qalıb, dövr ərzində yaranan çıxılsın dövrün sonuna qalır. Bərabərdir. Gedirəm bu tərəfə. Sonra Dövrün əvvəli burada ve- hara baxım? vergi öhdəliyi var. Bir də Bu, bu, bu mənfəət ne? vergisi üzrə yox, o bir də təxirə salınmış vergi də vardı, o da nəzərə alınmalıdır. Tamam. Dövrün əvvəli o, sonra üstəgəl o, Bu üstəgəl təxirə salınmış vergi vergi öhdəliyi. öhdəliyi, Daha sonra sonra üstəgəlinsin dövr ərzində yaranan, üstəgəl mənfəət vergisi bu. aha, Üstəgəlim yoxsa çıxım bunu? dövr ərzində yaranan öhdəliyimiz artıb da. Bu mənfi ilə yazı, bax ona görə deyirəm. Hə, o mənfinin yazdığına görə çıxaq bəli. Aha. Aha, dövr ərzində yaranan
Aha. Çıxılsın dövrün sonuna qalan. Düzdürmü? Aha. Bunun da qabağına bir dənə mənfi qoyaq. Düz elədikmi? 28.200. 8200. Okey. İndi bu hissə yəqin ki tam aydın olmadı. Düzdürmü? Niyə mənim? Aydın. Dövrün əvvəlinə öhdəlik var idi. Dövr ərzində yarandı. Sona qalanı oradan çıxırıq. Nəticədə nə ödəmişik o alınır da. İndi mənə aydın olmadı. Siz mənə izah eləyin ki, bu neynədir siz burada? Bu ikisini niyə topladınız? Bunun üstünə niyə gəldiniz? Mən Çünki anlamadım. mənim dövrün əvvəlinə öhdəliyim var idi. Deməli, Dövrün e, əvvəlində öhdəliyiniz var idi. Okey, bunu vergi anlayıram ki, hə, bu qədər öhdəliyiniz var imiş. var Siz idi. təxirə salınmış verginin niyə üstünə gəlirsiniz? O da öhdəlik. Təxirəsalınmış vergi öhdəliyi, Aha. bu da cari vergi öhdəliyi. Niyə gəlirsiniz bunun üstünə? Və onu nəzərə almasam mənim hesablamam düzgün, vergi öhdəliyim düzgün olmaz, faktiki ödənənim düzgün olmaz axı. Ya bunun başqa bir metodu yoxdur ki, yəni siz gəldiniz bunu ikisini topladınız, Başqa sonra metodu bunun odur üstünə ki, onu gəldiniz. başqa metodu odur ki, Mən çox qarışdırdım bunu. Yəni anlamadım vergi ki. üzərindən gedib axırdakı fərqi üstünə gəlmək olardı. Məsələn, mənfəət vergisi öhdəliyi 3100 Aha. qalıq, üstə gəl dövr ərzində yaranan çıxılsın, dövrün sonuna qalıq, sonra da üstə gəl arasındakı fərq 6500-dən 8000 arasındakı fərq və yaxud da çıxılsın. Okey. Yaxşı. Gəlin belə eləyək. Bunun hesablamam bu kimi qəliz məsələlərdə, mənim üçün qəliz məsələlərdə elə bir şeylər var. T sütun çəkilir. T sütun nədir? Yəni bizim bildiyimiz, yəni bu müxabirləşmələrdə T qrafik yoxdur. Yəni bildiyimiz T qrafik də belə. Bu, bir də bu T qrafik də, yəni Bəli. adı T qrafik çəkilir. T qrafik bizə nə verir? T qrafik bizə verir ki, biz anlayaq ki, dövrün əvvəlində nədir, dövrün sonunda nədir, dövr ərzində nə baş verir və bizə hansı rəqəm lazımdır. Baxın, burada bu hazırlanıbdır. Baxın, dövrün əvvəlinə indi bu vergi olduğu üçün bu kredit də artır da, düzdür? Da yazılıb 9600. 9600 odur ki, biz həm təxirə salınmış, həm də cari olan vergi öhdəliklərimizi toplamalıyıq. Ki, yəni dövrün əvvəlində bizim öhdəliyimiz var idi. Biz nə etməliyik? Biz nə qədər ödənilib onu tapmalıyıq da, düzdür? Bizim məqsədimiz burada nədir? Yazıb ki, burada bizə nə tələb edir? Ödənilmiş mənfəət vergisini hesabla. Ödənilmişi mən bilmirəm nə qədərdir. Mənim əlimdə şəxsi səfərəqə yoxdur. Burada mənim misalın şərtində də o vermir. Yəni izah edici qeydlərdə açıqlamayıb bunu. Mən özüm maliyyə hesabatlarından onu çıxartmalıyam. Onu da çıxartmağım üçün mənə hesabatlar verib də. Hesabatda da ki, iki dənə punkt var. Biri təxirə salınmış vergidir, bir də cari vergidir. Bu ikisini birinci toplayıram ki, mənim əvvələ, ilin əvvəlinə nə qədər öhdəliyim var idi. Sonra da ilin sonuna nə qədər öhdəliyim qalıb. Baxın, ilin sonuna da 8000 üstə gəl 2800, 10800. 10800 də ilin sonuna qalıb. Bu o deməkdir ki, ilin əvvəlində 9600 var idi. Sonra şəxsi səfərə ödənişlər oldu, azalmalar, çıxılmalar, nə bilim, nələrsə baş verdi. İlin sonunda da 10800 qaldı. İndi bu il ərzində nələr baş verdi? Onu bilməliyəm də. İl ərzində nələr baş verdiyini də mənə mənfəət və zərər haqqında hesabat deyir. Deyir ki, mənfəət vergisi il ərzində hesablanan 29400-dür. Mən də deyirəm ki, çox gözəl. Gəlirəm 29400-də yazıram bura. Yəni ki, 9600 üstə gəl 29000 bu ikisinin cəmi eləyir 39000. İndi normalda bu üstə gəl bu eləməlidir bu rəqəm. Testunun məqsədi nədir? Bu üstə gəl bu çıxılsın bura bərabər olmalıdır buna. Düzdürmü? Amma bizdə burada bu rəqəm yoxdur axı. İndi demək ki, bu iki rəqəm bu iki rəqəmin toplamı çıxılsın bu rəqəm eləməlidir bu. Ona görə biz bura yazırıq ki, bu ikisinin cəmindən çıxırıq bunu, bizə buradakı rəqəmi verir. Buradakı rəqəm də o deməkdir ki, ilin əvvəlinə üstə gəl il ərzindəki öhdəlik çıxılsın ilin sonuna qalığımız
Bizə il ərzində olan ödəniş rəqəmini verir. İl ərzində olan rəqəm də bizə ödənişdən başqa bir şey deyil. Yəni 28.200 il ərzində ödəniş rəqəmidir. Yəni bu kimi hesablamalarda çətinlik çəkdiyiniz zaman həmişə test sütunlardan istifadə edə bilərsiniz. Bir daha izah eləyirəm bunu. İlin əvvəlinə olanı yazırsınız hesabatdan. İlin əvvəlinə olan bu ikisi, ilin sonuna olanı yazırsınız. Ondan sonra il ərzində olan mənfəət vergisi, onu yazırsınız. Ondan sonra da bu ikisi cəmindən bunu çıxırıq. Aradakı fərqi buraya yazırıq. Bu rəqəm də bizim üçün artıq mənfəət vergisinin ödənişi sayılır. Aydın oldu mu bura? Aydındır. Bir də burada təxirə salınmış aktiv də ola bilər. Həm də ki, bu iki balans arası fərqləri çıxardıb da onu asanlıqla, yəni ki, eləmək olar. Yəni müqayisəli balansların fərqini hesablayırsan öncədən. Aha. Sonra belə tam da T-yə getmədən eləmək mümkün olur. Biraz Bəli, amma asanlaşır. T-də biz rahat görürük axı. Gözümüzün qabağında görürük deyə daha sadə üsullu. Təxirə salınmış aktiv olsa isə biz toplamayacağıq. Bu rəqəmdən aktivi çıxacağıq. Bəli. Yəni biz indi bunu topladıq burada öhdəlikdir deyə. Yuxarıda olsaydı, təxirə salınmış aktiv olsaydı, mənfəət vergi öhdəliyindən bunu çıxacaqdıq. Aktivi çıxacaqdıq. Bu da belə ödənilmiş faiz xərcini nə edəcəyik bəs? Ödənilmiş hissəsini necə biləcəyik bunun? Bunu necə hesablayacağıq? Ödənilmiş faiz xərci. Ödənilmiş faiz xərcinə də yazıb ki, ilin O deməli, sonuna şirkətin faiz üzrə öhdəliyi öhdəlik qalmamış. qalmayıb. Yəni o deməkdir ki, nə Hamısı faiz xərci ödənib. var idisə hamısı ödənilib də, düzdürmü? Hə, Ödənilibsə, bu da bayaq da dedik ki, kommersiya xərclərinin hamısı faiz xərci idi axı. bəli. Onu da yazırıq bura. Demək 171.900. Tamam, doğrudur. Olmasaydı yenə də dövr əvvəli, dövr sonu fərqi ilə. Baxmalıydıq. İndi bu hissə bitdi. Baxın, ilk hissəni doldurduq. Əməliyyat üzrə bütün hissələr bitdi. İndi investisiya fəaliyyətinə yaranan pul vəsaitlərinin hərəkətləri. Əməliyyat bitdi, investisiyaya keçirəm. İnvestisiyada biz dedik ki, şirkətin pulu var idi, müəyyən investisiyalar eləyib. Burada da ki, bizim investisiyamız daha çox TTA üzrədir. TTA-nın satışından əldə olunan pul vəsaitlərinin daxil olmaları. TTA-nın satışından əldə olunan pul vəsaitlərinin daxil olmaları. Burada biz görürükmü TTA-nın satışından pul vəsaitinin daxil olmasını? Ya da burada görürükmü? Yox, o izahlı Görmürük. qeydlər deyil. İzah edici qeydə gedib baxacağıq. İzah edici qeyddə də yazıb ki, ilkin dəyəri 122.000, yığılmış amortisasiyası 28.000 manat olan TTA 5.300 zərərlə satılmışdır. Demək, bu ikisinin fərqi bizə qalıq əməyi 88.700. verir. Bu da 5.300 zərərlə satılıb. 5.300 zərərlə 88. satılıbsa bunun fərqini taparam da, düzdürmü? Bəli, bəli. Demək 88.700. 88.700-ə satılıb da bu, düzdürmü? Bəli. Bu da nə soruşur bizdən? Pul vəsaitlərinin daxil olmalarını soruşur. Pul daxil olub 88.700-də demək. 700, bəli. Budur da cavab. Bəli. Bax. Hə, düzdür. Okey. Bu hissəni başa düşdük də, yəni adi riyazi hesablama elədim, başqa bir şey eləmədim. Sonra torpaq tikili avadanlıqların əldə edilməsi üçün pul vəsaitlərinin xaric olmaları. O da balansa bax. Torpaq tikili avadanlıqların əldə edilməsi üçün pul vəsaitlərinin xaric olmaları. Hə. Baxın, burada yenə T sütunlardan istifadə etməlisiniz. İndi T sütunlardan istifadə etmədən Miramal müəllim, siz necə hesablayacaqsınız bunu? Bayaqki elədiyiniz məntiqlə getsəniz. Deməli, bu balansda torpaq tikili avadanlıqlarda artma baxacağım da. Əgər izahlı qeydlərdə yoxdursa, məncə yox idi. Bir dənə İzahlı burada da qeydlərdə. izah edici qeydlərdə. Hə, başqa bir şey yox. Hə. Deməli, Ha, bir də bu var. 40.000 də var. hə, dur. Amortisasiya. Amortisasiya mı? Hə, amma silinmə, 40.000 silinmə. Deməli, dövr sonu 610.000, dövr əvvəl 790.000, 610.000, 180.000.
Artım çıxılsın 44, 40 min. Şamxal bəy, burada bizim 700 min. qalıqlarımız var, bir də amortizasiya, həmçinin daxil olma. Onun əsasında o rəqəmə çıxa bilərik əslində. Həm də bu Bəli. bizim əsas vəsaitləri torpaq dişli avadanlıqlar, daha doğrusu yoxlama üsulumuz olur. Aha. 610 min bizim ilin Deyəcəm əvvəlli 40 bir min. qalığımız olub. Onun 200 üzərinə min. daxil olma var, hansı ki, bayaq qeyd elədik biz. Aha. Onu gəlirik Bir də Aha. və çıxırıq oradan oradan, amortizasiya. bəli, amortizasiyanı çıxırıq. Yəni ki 610 min. Hı hı. 610 Gəlin min. birbaşa burada yazım onu. Arasındakı fərq. Bərabərdir. 610 min. Üstə gəl. Nə? Yox, 610 minlə 790 min arasındakı fərq. Tamam. 610 min çıx 790 min. Aha. Aha, üstə gəl 40 min. 40 min. Bəli. Başqa? Bayaq da qeyd eləmişdik axı cash flow-da. Bəs bunu Sezon nəzərə Bir də almırsınız? saat doğrudan heç satışdan daxil olma da var. O da çıxılsın da ondan. Sıx eləyirik bunu. Düzgün olmadı. Yox, 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 yox. Üstə gəl satışdan daxil olma əksinə. Düzgün olmadı. Bir də girmədim. 700, Amortizasiyanı da bu şeyi də 610 çıxırıq da, min, 8700-də çıxırıq, 790, fərqi qeyd edirik. 40 min çıxıram. 60 Hə, Etibar bəy. Bəli, 8700-də çıxırıq. Bunu da Onda çıxıram. hı. Çünki satışdan gəlirdi. Yenə düzgün olmalı. Yox, onu çıxmırıq. Biz nəyə çıxırıq? O daxil olan puldur. Onu çıxmaq düz deyil axı. Qalıq dəyəri nə silinib də balansdan. Onu çıxmalıyıq. Qalıq dəyəri. O 122 min olan əsas vəsait qalıq dəyəri Hə, üstünə 90 neçə gəlirik min. 5300. Üstünə gəlirik 5300. Neçə min qalıq dəyəri var idi oradan. Üstünə gəlim yoxsa çıxım? Yox, üstünə gəlirik. Yəni çıxım. Balıq dəyəri. Aha. Bunlar çıxılıb. Satılanın maya dəyəri çıxılıb da. İndi düz oldu. Ölçü olmaları. Bəli, bəli. İndi bunun məntiqinə Yox. baxaq. Baxın, TTA-nın xaric olmaları. Baxın, qalıq dəyəri ilin əvvəlinə 610 min idi. İlin sonuna da 790 mindir. Düzdürmü? Baxın, ilin əvvəlinə TTA-nın test tutumla baxıram da yenə. İlin əvvəlinə 610 min idi. İlin sonuna da 790 min. İl ərzində alınıbdı, satılıbdı, xaric olması olubdu, amortizasiyası olubdu. Bir yığın şey olubdu il ərzində. 610 mindən başlayıb ilin sonunda da 790 mindən bitibdi. İndi biz il ərzində nə baş veribsə onu yazmalıyıq. Tamam mı? İl ərzində bizə deyir ki, 40 minlik bir amortizasiya hesablanıb. Baxın burada 40 minlik. Baxın gəldim bura. Həmin o amortizasiyanı bura yazdım. Ondan sonra isə deyir ki, amortizasiyadan əlavə də baxın burada şey olubdu, xaric olma olubdu. Onu da hesablamışdıq da burada 88.700'lük. 88.700'lük də bir xaric olma olubdu. Və bunu da bura yazdım. Hər ikisini də yazdıqdan sonra isə biz bundan əlavə isə biz bunu 94 minə gətirmək məcburiyyətindəyik. Çünki bu zərər məbləği də burada tanınmaq məcburiyyətindədir. Yəni belə deyək. Hmm, necə izah edək bunu? Yəni biz 88.700'ü pul daxil olması kimi görürük. Amma bizim üçün önəmli olan TTA-nın ilkin dəyərinlə amortizasiya arasında olan o qalıq dəyəridir. Yəni biz bunu xaric olma kimi yazmış olsaq belə bizim üçün Balansda yəni 94 min azalıb da. bəli, bizim üçün uçotumuzda olan rəqəm nədir? Qalıq dəyəri də düzdürmü? Bu niyə xaric olunur? Qalıq dəyəri elə. Qalıq dəyəri qalıb da düzdürmü? Biz bunu 88.700'ü digər maddələrdə, müddəalarda zaten göstərdik burada. Amma bizim üçün burada əsas vəsaitlərin test sütunlarında 94 min olaraq göstərmək məcburiyyətindəyik. Çünki bu TTA-nın qalıq dəyərinin hesablanmasıdır. Və ona görə də biz il ərzində, ilin əvvəlində bu qədər idi, amortizasiya bu qədər olundu və il ərzində də xaric olan, yəni
əsas vəsaitin xaric olmuş əsas vəsaitin də bizim uçotumuzda olan qalıq dəyəri 94 min idi və o da silindi deyirik. Bu rəqəm də 94 mindir. İlin sonuna da 790 min qalıb dediyimiz zaman bizə lazım olan rəqəmin 314 min olduğunu görürük. Yəni biz bu test tutumlardan bizə verilən rəqəmin 314 min olduğunu görürük. Yəni burada biz hesabat O23. Biz bunu yani O23 yerine bakın burada O23 yerine birbaşa olarak 94 min yazsaydıq eyni nəticəyə gələrdik. Yəni burada 88.700 yazdınız veya dediniz. Birbaşa 94 min yazsaydınız, yəni doğru rəqəmə gəlib çıxacaqdınız. İzah edə bildim mi bu hissəni? Tamam. İndi Bəli, mən keçdik bu hissəyə. İnvestisiya hissəsində bitirdik. Keçdik maliyyələşmə hissəsinə. Maliyyələşmə hissəsində də yazıb, nə? 3 dənə hissə var burada. Səhmlərin və digər kapital alətlərinin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxil olmaları, qısa müddətli və uzun müddətli borcların alınmasına görə pul vəsaitinin daxil olmaları, dividend və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaric olmaları. Hə, tamam. İndi birinci, səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxil olması. Səhmlər və digər oxşar kapital alətləri bizdə kapitalda görünür. Kapital və öhdəliklər. Baxın burada. Bu hissədə biz hara baxaq? Bir dəfə də baxın. Səhm və kapital alətlərinin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxil olması. Burada hara baxaq? Gəlir emisiya. Emissiya. nominal kapital mı? Emissiya gəlir. İkisinə də baxaq da bunların. Bəli, Düzdürmü? bəli, öyle nominal kapitalına emissiya gəlir. Bəli. Demək bu ikisinin fərqi bizə bunları verməlidir. Hı. 30 min. Sonra düzdürmü? Hə, düzdür. Tamam. Sonra qısa müddətli və uzun müddətli borcların alınmasına görə pul vəsaitlərinin daxil olmaları. Borc alıb. Şirkət borc alıb. Borc alıbsa öhdəlik. Hə, budur. Uzun müddətli faizli öhdəliklər. Demək, burada da sadə bir riyazi hesablama eləyəcəyik də deməli. Adi qaydada. Doğrudurmu? Bəli, 70 ilə 187 arasındakı fərq. Buradan Artıq hansından hansını çıxıram? öhdəlik artıb da dövr sonundan çıxır. 187-dən çıxacaq 70-i. 117 min, düzdür? Bəli, borc artıq. Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaric olmaları. Dividendin ödənib ödənmədiyini hesabata baxanda harda görə bilərəm? Kapital hərəkət haqqında hesabat. Samirə xanım, mikrofonunuz açıq qalıb. Kapitalın hərəkəti haqqında hesabat dediyiniz, yəni o hesabat bizdə yoxdur. Bizdə maliyyə vəziyyəti haqqında hesabatın Əlavə qeydlərdə orada yazılıb da, Hmm. deyəsən ki, Bəli. dividend ödənişi Deyəsən. etmişdir. Burada 3-cü bənddə yazılıb. Şirkət dövr ərzində səhmdarlara Dividend dividend ödəyir. ödənişi etmişdir. İndi dividend ödənişi eləyib, amma hansı rəqəm olduğunu bilmirik. Bu Şeydə, rəqəmi müəllim, deməli özümüz hesablayacağıq. bölüşmüş mənfəət əgər azalıbsa, deməli dividend ödəniş edib də. Bölüşdürülməmiş mənfəət azalıbmı? Bax. Yox, artıb. Bölüşmüş mənfəət artıb. Nə qədər artıb? Yetəri qədər artıbmı? Bu ilin xalis Ha, mənfəəti bəli, bəli, artıbmı? arasındakı fərqə baxacaq. Da xalis mənfəət. Xalis mənfəətlə bölüşdürülməmiş Arasındakı fərq. mənfəətin arasındakı Deməli, mən fərq. 370 üstə gəlinsin, dövr ərzi yaranan mənfəət çıxılsın 450 min. Gəlin baxaq. Bərabərdir. 370 70 min üstə gəlinsin, dövr ərzi yaranan mənfəət 117 min, çıxılsın 450 min dövr sonu. 37 min elədi. Bəli. Müsbətlə yoxsa mənfi ilə? Ödəniş olub mənfi 37600. Yəni burada nə etdiyimizi bildikmi? Yəni normalda bu xalis mənfəətdir də. Xalis mənfəət burada bölüşdürülməmiş mənfəəti artırmalıyıq. Üstünəcə, bəli. Yəni 370-dən baxın, gəlin belə artmalı. eləyək. Burada 80 mindir.
Bölüşdürülməmiş mənfəətin 80, yəni bu il, keçən ildən bu ilə 80 min olduğunu göstərir bölüşdürülməmiş mənfəətin. Amma biz baxırıq ki, 117 min xalis mənfəət var. Əslində bu 117 min bu bölüşdürülməmiş mənfəətlərin fərqi olmalıdır da. Çünki artı baxın nə qədər. 117 min artım olmalı idi burada. 117 ilə 80 arasındakı fərq ilə ödənir. Burada əgər bu fərq 117.700 deyilsə, 80 mindirsə, deməli bu 117 mindən 80 min arasındakı fərq il ərzində dividend olaraq verilib. 117 mindən 80 min arasındakı fərq də 37.600'dür. O da dividend ödənişidir da, düzdürmü? Təsisçiyə verilib. Bu hissə də bitdi. Maliyyələşmə hissəsi də bitdi. O da nədir? Pul vəsaitləri və onların ekvivalentlərinin hərəkəti. Bu da yekun hissədir. Pul vəsaitləri və ilin əvvəlinə olan məbləğ. İlin əvvəlinə olan məbləğ nədir? Pul vəsaitləri və onun ekvivalenti. 2024-cü il 38 min. Pul vəsaitləri bu xalis dəyişikliyidir. Bu düsturdur. Yəni bura mən heç bir şey eləməmişəm. Bu da ki, bu ikisinin cəmidir. Bu da nə qədərdir? 94.500. 94.500. Baxaq görək bizdə düzgün rəqəm burada nədir? Bu da 94.500-dür. Görürsüz? Hesabat doğru formada tərtib olundu. Baxın, bizə iki dənə hesabat verdi. Maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat, bir də izah edici qeydlərdən bəzi çıxarışlar verdi. Düzdürmü? Biz də onun əsasında bu hesabatı özümüz tərtib elədik. Sonunda da bir dənə çək elədik ki, həqiqətən də biz bunu doğru şəkildə hesabladıq, hazırladıq yoxsa yox. Burada da qeyri-adi heç bir şey eləmədik də. Yəni əməliyyat fəaliyyətini düzgün formada elədik, punktlara yazdıq, investisiya fəaliyyətini və ondan sonra da maliyyələşdirməni yazdıq. Düstur da, yəni bütün, yəni Excel'də düstur var da. Yəni düstur da özü hamısını hesabladı. Bizə də məlumat verdi ki, biz düzgün şəkildə tərtib eləmişik yoxsa yox. Çətinlik olanda gördünüz ki, nəyisə hesablaya bilmirsiniz. Bu buradakı kimi, buradakı kimi. Bir dənə test sütunlar çəkirsiniz. Test sütunlar sizə köməkçi olur ki, mənzərəni daha net görə biləsiniz. Bir dənə sual verə bilərəm Buyurun. Şahan. Bəli, Bu buyurun. dolayı metodla kəşf onu eləyəndə mən bir çox hallarda görmüşəm, elə keyfiyyətə nəzarətdə də onu rast gəlib. Demək, xalis mənfəətdən deyil də net yəni ki, xalis mənfəətdən deyil də elə bir ki, şeydən irəli gəlirlər də mənfəət vergisi çıxılmadan sadəcə mənfəəti götürürlər. Ha, Bu bəli, olur elə. Aha. nə dərəcədə düzgündür? Bu yəni ki, burada əgər standart tələb edirsə ki, vergi baxımından yəni ki, rəqəmlər öz əksini tapmalıdır hesabatda, həm düzəliş formatında, deyək ki, dolayı əməliyyat hissəsində və ümumiyyətlə hər hansı bir nağd ödəniş olubsa, bu yanaşma nə dərəcədə düzgündür? Yəni ki, belə tərtib eləyirlər hesabatı. Yəni bu standartın tələbi deyil də, onu demək istəyirəm. Buna fikrinizi bildirmək istəyirəm ki, fikrinizi bildirəsiniz. Siz bunu deyirsiniz də, vergidən əvvəlki mənfəət. Bəli, bəli, onu götürüb yazırlar. Yəni bu deyirsiniz ki, xalis mənfəət yazılmalıdır, vergidən əvvəlki mənfəəti yox, düzdürmü? Bəli, xalis kimi yazılmalıdır da. Hə, yəni burada açığı çox bir önəmi yoxdur onun. Çünki nəticədə eyni şeyə gəlir. Yəni xalis mənfəət yazıb burada mənfəət vergisini zaten üstünə gələndə də eyni şey olur. Ya da ki, vergidən əvvəlki mənfəəti birbaşa bura yazıb mənfəət vergisini burada artıq toplamır. Yəni eyni Yəni, nəticəyə gəldiyi üçün. Bəli. nəticə etibarilə alınır. Sadəcə Hə. standartın tələbini demək istəyirəm ki, standart ümumiyyətlə ona dair hər hansı bir açıqlama verirmi ki, belə də eləyə bilərsən, belə də. Yəni yanaşma. Standartda mənim bildiyim qədərilə xalis mənfəət üzərindən başlayın və o formada tərtib eləyin dediyini bilirəm. Amma bu artıq belə deyək də beynəlxalq bir yanaşmadır. Yəni Big Four təcrübəsi də bundan istifadə eləyir də ya. Yəni bu əhəmiyyətli bir təhrif sayılmır. Yəni bu belə deyək də kobud bir pozuntu deyil və heç kəs buna görə mənfi rəy ya da ki şərti müsbət rəy də tərtib etmir. Yəni bu artıq praktikaya uyğunlaşdırılmış bir şeydir. Yəni bir kobud bir pozuntu deyil bu. Anlaşılır o baxımından ki, nəticə düz çıxır. Sadəcə Bəli. standart
tələbində yoxdursa, bu nöqteyi nəzərdən yanaşmaq lazımdır ki, əgər biz standartlara riayət edirsə, niyə o ardıcılığa riayət eləməməliyik ki, nəticə onsuz da düz çıxır. Riyazi hesablamalar elədir ki, onsuz da biz müxtəlif formatdan istifadə edə bilirik də, yəni Hı -hı. ответственность слагаемых средств суммы не меняется. Onsuz da belə bir şey var. Onda yəni ki, prosta mənə həmişə o sual maraqlandırırdı ya. Akif xanımın üzr istəyirəm sözünə qüvvət olaraq deyim ki, orada bayaq bir məsələ qeyd elədiniz ki, niyə mənfəət vergi Səsiniz bağlandı müəllim. Mənfəət vergisi və standart tələbi var. Faiz xərci və mənfəət vergi iki dəfə deyəsən görsənirdi, səhv eləmirəmsə və dediniz müxtəlif ölkələrdə müxtəlif faiz dərəcələri olur ona görə. O baxımdan yanaşsaq məncə də xalis mənfəətdən başlamaq daha doğru olur. Amma indi belə qəbul edirlərsə daha nə deyək? Yəni bəzi şeylər artıq praktikaya uyğunlaşdırılmış verilir deyə. Yəni ola bilər ki, bəzən standartın tələbləri pozulur, amma bunlar əhəmiyyətli təhriflər olmaya bilər deyə. Hı. Yəni o artıq yəni qəbul olunmuş təhriflərdir də belə deyim. Heç kəs artıq ona çox da böyük əhəmiyyət vermir. Bəli, mənim sualım Səbəbi bəlkə də əslində budur. nədir? Mən başqa bir şey maraqlandırır. Necə? Yəni bu dolayı metodda biz hazırladıq da indi praktik Bəli. olaraq. Orada əməliyyat fəaliyyətinə pulun axını, investisiya fəaliyyətinə pulun axını, bir də maliyyə Hı. fəaliyyətində onların cəmi var da, düzdür? O pulun Bəli. axınının xalis hərəkətinə cəmi. Bu əgər birbaşa metodla hazırlasaq, Hı orada -hı. da ümumi o rəqəmlər, burada əməliyyat fəaliyyətinə pulun axını 227 mindirsə, orada da o cəm imin eyni olmalı, yoxsa fərqli ola bilər son nəticə Yox, kassada fərqli olacaq. fərqli olmalıdır. Fərqli olacaq. Nəticə eyni olacaq sadəcə. Nəticə eyni olacaq. Hə. Amma Bəli. investisiya fəaliyyətinə pulun axını orada başqa rəqəm, burada başqa rəqəm ola bilər. Mən, İTOQ-ları. mən birbaşa metod açığı demək olar ki, heç hazırlamamışam, amma elə bilirəm ki, fərqli olacaq. Bəlkə də bu sualı fərqli auditorlar cavablandırsa daha yaxşı olar. Mən bəlkə də yanlış cavablandıraram. Orada dolayı metodda sadəcə elə bir ki, düzəliş edilərək biz nəticəyə çıxırıq. Burada isə birbaşa metodda elə bir ki, əməliyyatın içərisində o fərqlər çıxırıq da. Yəni burada hansı ki, pul vəsaitləri rol oynayırsa, o hesab, məsəl üçün faizin hesablanması, bəzi hallarda o faiz gəlir kimi yəni ki, pul vəsaiti kimi daxil olmaya bilər və o baxımdan həmin hesablarda daxildə balans fərqlərindən tapıb pul vəsaitinə təsir olmayan rəqəmlər çıxılır və yaxud üstə gəlinir. Sadəcə orada elə bir ki, hamısı birbaşa metodla yanaşılır da. Onu bəzən görsən bank hesablarını və kassa hesablarını götürüb eləyirlər. Əslində o bir düzgün yanaşma, düzdür, asan yanaşmadır və daha doğru nəticə verir. Amma o misal üçün birbaşa metoddan da balansdan istifadə edib, yəni ki, mənfəət zərər hesabatından istifadə edib rəqəm. Acun xanım, belə bir sual verək. Miramal müəllimin sualı da oydu. Baxın, siz birbaşa metodla hesabatı hazırlayanda da e, əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərin xalis hərəkəti bu burada yenə 171.900 olacaq ya da ki Hə, bunu investisiya deyirəm. fəaliyyəti burada yenə eyni rəqəm olacaq. Yox, fərqli olur bildiyimə görə. Fərqli İndi rəqəm olur. Mən də elə bilirəm fərqli rəqəm olur, amma əmin deyiləm. Ya da yox, maliyyələşmə eyni olurmu? yox. Müəllim, bu birbaşa metod pul axını ilə hesablanır. Sırf pul axını ilə bağlı hesablanır. Aha. Onda fərqli olur da müəllim, elə başa Əlbəttə ki, düşürəm. fərqli olur. Bu dolayı metod balans qağalarına hesablanır. Onda Bəli. siz hesablama verirsiniz, öhdəlik yaradıcısı deyənə ona görə düz gəlir də bu Hı -hı. hesablanır. Bunda mən, Sual Elnur müəllim, təşəkkür edirəm. Onda belə çıxır ki, birbaşa metodda faiz öhdəliyi heç göstərməyə ehtiyac yoxdur. Yəni konkret faiz Eyvah. ödənişi, Ancaq hərəkət, pul axını. ancaq pul axını başa düşdüm. Bəli, okey. O zaman keçelim mi növbəti standarta? Növbəti standartın adı qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər. Ee, 35 dəqiqə qalıb. Zəhmət olmasa mənə deyin ki, bu üç dənə şey, qiymətləndirilmiş öhdəlik, şərti aktiv nədir və hərəsinə aid bir dənə nümunə. Elnur müəllim, bizim əvvəlki
mövzularda da hər də oradakı bir bəzən bir suallar yaranırdı. Onu deyirdi ki, bu qiymətləndirilmiş öhdəlikdir. Gələcək dərslərimizdə keçəcək onu. Qiymətləndirilmiş öhdəlik şərti, öhdəlik şərti aktiv 37-39 standartları, sonra desən 39 ilə əvvəllər səhv eləmirəmsə 37-ci standart. Deməli, şirkətin qarşıda yarana biləcək öhdəlikləri deməli, qiymətləndirilmiş öhdəlik kimi çota alınır. Artıq o öhdəliyi qəbul edib də, yəni deməli 51% öhdəlik yaratmaq lazımdır. Gələcəkdə baş verə biləcək hər hansı bir xərcin ödənilməsi məqsədi ilə. Deyək ki, məsələn, bir məhkəmə işi var, burada vəkillər dəyərləndirir ki, 55% və yaxud da 60% nə bu işi uduzacaq da və bu bilir ki, bu gələcəkdə bunun xərcin axını baş verir, pul çıxacaq şirkətdən vəsait axını baş verəcək, onun üçün öhdəlik yaradır. Gələcəkdə qiymətlənmiş öhdəlik yaradır. Sonra ödəniş baş verəndə o debit qiymətləndirilmiş öhdəliyi ilə onu bağlayır. Amma bu ilin balansında onu xərc kredit qiymətləndirilmiş öhdəlik debit xərc təyinatı üzrə yaradır özünə. Sizin səsiniz mi qırılır, yoxsa mənim internetim mi gedir? Ola bilər məndə internet gedir. Yəni gələcəkdə baş verə biləcək hər hansı bir pul axını baş verəcəksə, onun üçün öhdəlik, qiymətləndirilmiş öhdəlik yaradır balansda. Xərc kimi debit xərcdə tanıyır, kredit qiymətləndirilmiş öhdəlikdə. Gələcəkdə ödəniş eləyəndə pul vəsaiti ilə o qiymətləndirilmiş öhdəliyi bağlayır. Gözəl, gözəl. Başqa fikir, başqa misal, başqa nümunə. Faiz dərəcəsi demək istəyən ola bilər. Qiymətləndirilmiş öhdəlik deyəndə yadımıza ilk düşən nədir? Müəllim, bu işdən çıxma müavinətləri ilə bağlı ola bilər. Gələcəkdə işçilərin işdən çıxma ilə bağlı müavinətlərdir. Və digər ehtimal olunan öhdəliklər ki, hələ bilinmir, amma ehtimal olunur ki, bu öhdəlik yarana bilər. Bir də mən bəlkə səsim qırılıb həmin momentdə o faizi demişdim, 50%-dən yuxarı olanda gələcəkdə pulun axını 3 şərt var. Orada etibarlı qiymətləndirilməlidir. Pulun axını 50%-dən yüksək ehtimal olmalı ki, pulun axını baş verəcək. Elə olanda qiymətləndirilmiş öhdəlik yaradır. 50%-dən az olanda şərti öhdəlik. Şərti öhdəlik kimi. Standartda faizlər yazılırmı? Yox, mən bilən faiz yazılmır. O məncə yazılmır praktikadan. Bu uçot siyasəti nəzərdə tutula bilər də. Bu zəmanət öhdəliyi məsələn neçə faiz? 5%, 6%. Yəni bu uçot siyasəti nəzərdə tutulmalıdır. Okay. Deyək ki, məhkəmə işimiz var. Hüquqşünas deyir ki, bu bizim şirkətin baş mühasibisinizsə, maliyyə direktorusunuzsa, burada özünüzü nə tanıyacaqsınız? Məhkəməni uduzma ehtimalımız 50-50-dir. Sual aydın olduysa? Mən qırıq-qırıq oldu, işlənmədik. Eləmi? Səsim indi yaxşı gəlir, yoxsa böyük ehtimal İndi bəli, indi bəli. Səs gəlmir. Məndə belədir, yoxsa hamıda belədir? Səs qırılır, müəllim. Bir dəqiqə gözləyin. Anladım.
Tamam biraz Müəllim, gözleyək, biraz gözleyək. Məndə nəsə yəqin ki problem düzəl, hə, oldu. düzəldi. Düzəldi mi indi? Hə, hə, düzəldi. Hə. Müəllim, deməli o Sual məhz vermişdim ki, biz deyək ki, şirkətin maliyyə direktoruyuq ya da audit eləyir şirkəti. Şirkətin də məhkəmə işi var və hüquqşünas deyir ki, bizim bu məhkəməni uduzma ehtimalımız var. Yəni 50-50 hətta bilmirəm udacağıq yoxsa uduzacağıq. Biz bu bu çoxdan inayət etməliyik və etdirməliyik. Yenə qırıldı səsim. Yenə qırıldı səsim. Müəllim, deməli belə deyim də, əgər tutaq ki, məhkəmə işi var, 50%-dən yuxarı olanda, 51-52% olanda qiymətlərin öhdəlik yararlar. 50%-dən azsa və ya 50-57-sə, onda qiymət şərti öhdəlik yaradılır, xərcə salına bilməz. Çünki bu xərci şişirdilməsi hesab olunur, balansda əks oluna bilməz və onda açıqlamalarda qeyd olunur, izahlı qeydlərdə qeyd olunur. Əgər 50-57-sə və yaxud da 50-dən aşağıdırsa, 50-dən yuxarı olanda, daha yüksək faiz olanda şərt qiymətlənmiş öhdəlik yaranır. Şərti aktivlərdə bir əksi, bu məhkəmənin əksini fikirləşək. Biz o əgər oradan udacaqsa, bizə pul vəsaiti daxil olacaqsa, o zaman da şərt aktivlər yaranır. Yəni, bir sözlə 50-50-yə olanda izahlı qeydlərdə olur, balansda olmur, xərcə salınmır, MCH-a salınmır. Ehtimal yüksək olanda o zaman xərcə salınır. Mən də deyə bilərəm, müəllim, bu qiymət ehtimalı çoxsa əgər, udma ehtimalı çoxsa qiymətləndirilmiş öhdəlikdir. Ehtimalı az olsa şərti öhdəlik. Bir dəqiqə. Mənim səsimi rahat eşidə bilirsiniz indi. Bəli. Tamam, mən indi internetimi dəyişdim. Ekranımı görürsünüzmü? Bəli. Tamam, o zaman gedək. İndi bu standart UPS 37 standartıdır və önəmli standartlardandır. Hansı ki bizə bu standart e, müəyyən hadisələr barədə məlumat əldə etdiyimiz zaman e, əvvəlcədən xərc və ya öhdəlik yaratma məsuliyyəti yükləyir. Qiymətləndirilmiş öhdəliyə provision deyəcəyik. Şərti öhdəliyə contingent liability, şərti aktivədə contingent asset belə deyəcəyik. Qiymətləndirilmiş öhdəlik nədir? Ehtimal olunan öhdəlikdir. Yəni ehtimal edirik ki, bizim öhdəliyimiz olacaq. Ehtimal olunan anlayışını bilirik də nədir? Probable. Yəni böyük bir ehtimalla bizim öhdəliyimiz yaranacaq deməkdir. Buna ən yaxşı misallar odur ki, sökülmə xərcimiz ola bilər və ya geri qaytarma hüququ olan mallar. Keçən e, bu gəlirlər standartını görəndə xatırlayırsınızmı? Geri qaytarma hüququ olan mallar var idi. Kimisə mikrofon açıq qalıb. Geri qaytarma hüququ olan mallar var idi, yadınızdadırmı? Baxın, həmin o geri qaytarma hüququ olan mallarda xatırlayırsınız sonuncu e, punktda demişdim ki refund liability var idi orada. Baxın, geri qaytarma üzrə öhdəlik. Bu qiymətləndirilmiş öhdəlik idi. Baxın, bu qiymətləndirilmiş öhdəlik idi. Bu misallar qiymətləndirilmiş öhdəliyin gözəl bir nümunəsidir. Qiymətləndirilmiş öhdəlik yalnız aşağıdakı şərtlər eyni vaxtda ödənildikdə tanınır. Müəssisənin keçmiş hadisə nəticəsində hazırki öhdəliyi mövcuddur. Bu öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi faydanın çıxışı ehtimal olunur və öhdəliyin məbləği etibarlı şəkildə qiymətləndirilə bilir. Bu şərtlərdən hər hansı biri ödənilmədikdə öhdəlik maliyyə hesabatlarında tanınmır, lakin zərurət olduqda açıqlanır. Yəni deməli biz maliyyə hesabatlarının hesabatların özündə bunu tanımayacağıq. Amma zərurət varsa, izaci qeydlərdə bunu açıqlamalıyıq deməkdir də bu, düzdürmü? Bunun özəlliyi odur ki, həm məbləğ, həm də ödəniş tarixi dəqiq deyil. Yəni bu dəqiq olsa, deməli bu kreditor borcu olar da zaten. Yəni dəqiq deyilsə bu qiymətləndirilmiş öhdəlikdir.
Misal var ki, məhsul satırıq və deyirik ki, 1 il qarantiya verilir və biz bu qarantiyanı verəndə təxmin edirik ki, bizim qarantiya çərçivəsində xərcimiz də 100 manat olacaq. Burada mən danışıram, bilmirəm səsim qırılırmı, donmuşammı? Biriniz mənə təsdiqləyin ki, hər şey qaydasındadır. Müəllim, hər şey qaydasındadır. Təşəkkür edirəm. Xərcimiz 100 manat olacaq, amma bir ilin sonunda baxırıq ki, 90 manat olub. Yəni biz qarantiyanı verdik, adam məhsulu aldı, apardı. Bir ilin sonunda baxdıq ki, bu qarantiyadan istifadə edib adam və 90 manatlıq bir xərc çəkmiş olduq biz də şirkət olaraq. Bu zaman nə eləyəcəyik? Məhsulu satdığımız zaman mühasibat komandası qarantiya xərcini 100 manat olaraq tanıyacaq. Amma qiymətləndirilmiş öhdəliyi 100 manat olaraq verəcək. Yəni biz özümüzdə ehtimal olunan öhdəliyimizi, yəni qiymətləndirilmiş öhdəliyimizi uçotda 100 manat olaraq tanıdıq. Yəni məhsul satıldığı zaman məhsulun satışını verdik, amma özümüzdə kreditor borc falan tanımırıq. Ha. Yəni birinci xərc tanıyırıq özümüzdə məhsul satdığını. Eyni zamanda qiymətləndirilmiş öhdəliyi tanımalıyıq. İlin sonu gəldikdə isə bir illik vermişdik də biz qarantiyanı. İlin bitməsini gözlədik. Bir ilin sonunda baxdıq ki, 90 manatlıq olub da bu xərc. Bu zaman qiymətləndirilmiş öhdəlik və ondan sonra isə mal material istifadə olunubdur. 90 manatı verdiyi mal materiala və qarantiya xərcini də azaltdı. Qarantiya xərcini də 10 manat azaltdı, çünki 100 manat tanımışdı, bunu 90 edirdi. Bax, qiymətləndirilmiş öhdəliyi bu formatda istifadə etmək lazımdır. Qiymətləndirilmiş öhdəliklər qeyri-müəyyənlik elementi daşıdığı halda tanınır. Halbuki kreditor borclar, yəni kreditor borcla müqayisə edir. Kreditor borclar üzrə həm məbləğ, həm də ödəniş vaxtı əsasən müəyyən olur. Bu səbəbdən yüksək ehtimallı öhdəliklər belə avtomatik olaraq kreditor borc kimi deyil, qeyri-müəyyənlik səviyyəsinə uyğun olaraq qiymətləndirilməlidir. Yəni özünüz qiymətləndirirsiniz ki, yəni mənim gələcəkdə belə bir öhdəliyim olacaq, yəni qarantiya kimi, sökülmə xərci kimi, geri qaytarma hüququ olan mallar kimi, yəni özünüzdə indidən bir xərc və öhdəlik tanıyırsınız. Nə zaman ki o dəqiqləşəcək, siz onu artıq oradan çıxardırsınız, kreditor borca transfer eləyirsiniz. Qiymətləndirilmiş öhdəliyin, yəni provision yaratmağın mahiyyəti bundan ibarətdir. Standartın birinci hissəsi budur. İkinci və üçüncü hissəsi şərti öhdəlik və şərti aktivlərdir. Bunun da ən yaxşı nümunəsi şərti öhdəliyin məhkəmədir, şərti aktivin sığortadır. Hər ikisi üzrə əməliyyatların baş verib verməməsi birbaşa müəssisənin nəzarətində deyil. Yəni müəssisə hər hansısa bir hadisələrə nəzarət edə bilmir. Yəni birbaşa onun kontrolündə deyil və kontrolündə olmadığı üçün şərti olaraq özünə öhdəlik və ya aktiv tanıyır. İndi biraz detallandıraq ki, yəni bunlar nədir? Şərti öhdəlik maliyyə hesabatlarında tanımırıq. Ön üzündə tanımırıq. Lakin iqtisadi fayda çıxışının mümkün olduğu hallarda izahedici qeydlərdə açıqlanmalıdır. Bu açıqlama öhdəliyin təbiəti, mümkün maliyyə təsiri və qeyri-müəyyənlik səviyyəsi barədə istifadəçilərə məlumat verməlidir. Və burada faizlər var. O faizlər təbii ki, standartlarda heç vaxt yazmaz. Ehtimal anlayışı faiz intervalı ilə deyil, peşəkar mühakimə əsasında qiymətləndirilir. Ehtimal olunan anlayışı iqtisadi faydanın çıxışını daha çox ehtimal olunduğu vəziyyəti ifadə edir. Mümkün, yəni possible dediyimiz və zəif ehtimal halları isə fərqli uçot yanaşmaları tələb edir və bu qiymətləndirmə auditor və rəhbərlik tərəfindən mövcud faktlar əsasında aparılır. İndi praktikada istifadə olunan faiz dərəcələrini sizə deyirəm. Şərti öhdəliyə nə dedik? Dedik ki, məhkəmədir. Deyək ki, sizin audit etdiyiniz şirkətin bir məhkəmə işi var. Şirkəti məhkəməyə veriblər və iş məhkəmədədir. Biz daha əvvəl auditor olaraq ya da şirkətin maliyyə direktoru funksiyasını yerinə yetiririksə, gedirdik danışırdıq istehsal rəisindən, gedib danışırdıq bağbanla, agronomla, fərqli mühəndislə xatırlayırsınızsa. İndi bu səfər də hüquqşünasla danışırıq. Deyirik ki, bizim bu məhkəmənin uduzma ehtimalımız nə qədərdir? Ya da udma ehtimalımız nə qədər? O da deyir ki, bizim uduzma ehtimalımız zəifdir. Yəni çox aşağıdır. 10%, 10%-ə qədər.
Əgər belədirsə, deyir ki, hə, işte, çox gözəl. O zaman biz heç nə etmirik. O da deyir, ikinci ehtimal. Deyir ki, uduzma ehtimalımız nə qədərdir? Deyir ki, mümkündür. Yəni, ola bilər ki, uduzaq. O zaman nə edirik? Bu səfər mümkündürsə əgər uduzması məhkəmənin şirkət, bu səfər izah edici qeydlərdə şərti öhdəlik açıqlanmalıdır. Bu niyə açıqlama? Yəni maliyyə hesabatının ön üzündə açıqlamır ha bu. İzah edici qeydlərdə şərti öhdəlik kimi açıqlanmalıdır ki, oxuyucu başa düşsün ki, sizin şirkətin məhkəmədə olan işi var və mümkündür ki, bu məhkəmə işində şirkət uduzsun. Standart bunu bu şəkildə tələb edir. Və hüquqşünas deyir ki, böyük ehtimalla uduzacağıq. Əgər böyük ehtimalla uduzacaqsa, bu artıq probable deməkdir. Yəni ehtimal olunandır. Bayaq sizə dedim ki, ehtimal olunandırsa əgər, bu artıq şərti öhdəlik deyil, qiymətləndirilmiş öhdəlikdir. O zaman biz bunu qiymətləndirilmiş öhdəlik kimi tanımalıyıq. Qiymətləndirilmiş öhdəlik isə xərc və öhdəlik tanındığı üçün izah edici qeydlərdə yox, maliyyə hesabatlarında tanınır. Əgər deyirsə ki, dəqiqdir, yəni mənim o məhkəməyə getməyimizin falan da bir önəmi yoxdur. Biz zaten haqsızıq, biz zaten uduzmuşuq demək olar ki, bu məhkəməni. Dəqiqdir bu. O zaman biz elə birbaşa kreditor borc tanımalıyıq bunu. Yəni accrual verməliyik, hesablama verməliyik. Şərti öhdəliklər bu şəkildə tanınır. Maliyyə hesabatlarının, yəni bu 37-nin tələbi bu şəkildədir. Əgər bir şərti öhdəliyimiz varsa, maliyyə hesabatlarının ön üzündə göstərmirik. İzah edici qeydlərdə əgər mümkündürsə uduzma ehtimalımız, biz bunu izah edici qeydlərdə açıqlamalıyıq ki, oxuyucu bunu başa düşsün. Bu şərti öhdəliyidir. Şərti aktivdə, deyək ki, şirkətin bir avtomobil nəqliyyat vasitəsi vurulubdur, qəza törədibdir və mübahisəli haldır. Bilinmir ki, sığorta sizin şirkətə pul verəcək yoxsa yox. Burada nədir? Şərti aktivlər yalnız iqtisadi faydanın daxil olmasını demək olar ki, dəqiq olduğu hallarda tanınır. Digər hallarda isə yalnız açıqlanır. Bu yanaşma ehtiyatlılıq prinsipindən irəli gəlir və gəlirin vaxtından əvvəl tanınmasının qarşısını almağa xidmət edir. İndi bundan müqayisəli gedəcəm. İndi gedirik yenə hüquqşünasın yanına. Deyirik ki, biz sığortadan bu pulu alacağıq yoxsa yox. O da deyir ki, zəif ehtimaldır. Bizim sürücüdədir xəta. O zaman heç nə etmirik. Zəif ehtimaldır. Hüquqşünas deyir ki, mümkündür. Dəqiq bilmirəm, mümkündür. Bayaq dedik ki, mümkün deyəndə izah edici qeydlərdə şərti öhdəlik açıqlayırdıq biz. Amma burada mümkündür cavabını alanda biz yenə heç nə etmirik. Bir dənə sürüşdürürük bunu. Bayaq mümkündür deyəndə izah edici qeydlərdə şərti öhdəliyi açıqlayırdıq. Amma burada mümkündür deyəndə şərti aktiv açıqlamırıq. Əgər deyirsə ki, böyük ehtimalla biz bu pulu alacağıq, bəli, o zaman biz izah edici qeydlərdə şərti aktiv açıqlayacağıq. Və onu yazacağıq izah edici qeydlərə ki, biz sığortadan bu qədər pul gözləyirik. Və oxuyucu da biləcək ki, hə, sığorta bunlara deməli bu qədər pul ödəyə bilər. Hüquqşünas deyirsə ki, hə, dəqiqdir, alacam mən o pulu, narahat olmayın, mənlikdir, hər şey bizim xeyrimizədir. O zaman elə birbaşa debitor borc tanınacaq bu. Burada sizcə bax bir dənə sürüşmə oldu da burada. Burada məsələn mümkün deyiləndə izah edici qeydlərdə açıqlanırdı, amma burada mümkün deyiləndə heç nə olmurdu. Burada ehtimal olunanda qiymətləndirilmiş öhdəlik tanıyırdı, amma burada ehtimal olunanda izah edici qeydlərdə açıqlanırdı. Sizcə bu fərqin olmasının səbəbi nədən ibarətdir? Mən donmuşam. Yox, biz doğmuşuq. Bence Hə. tanımalıyıq tez, amma aktivlik gec də tanıya bilərik. Gəlir, Müəllim, mikrofonu biraz yaxın tutarsınızmı? Çünki bəzən eşidə bilmirəm sizi. Deməli, öhdəlik bizdə riskli olduğuna görə tez tanımalıyıq. Yəni amma Aha. aktivlik gec də tanıya bilərik. Gözəl, okey. Buyurun, başqa cavablar. Mən də o nöqteyə nəzərdən yanaşacaqdım. Sırf öhdəlik baxımından bizim öhdəliyimiz olduğu üçün buna diqqət yetirməliyik də, yəni tanımalıyıq.
Amma burada məsələ kənara çıxıram. Bu bizim məhkəmələr proseslərində olan məsələlər bir çox halda görürsən hüquqşünas 100% əmin ola bilər və yaxud 99-50% əmin ola bilər, amma nəticə etibarilə gəlib əksinə çıxır. Belə Hı. olduğu halda necə yanaşılmalıdır? Yəni elə proseslər olur ki, çox uzun müddətli çəkir. Yəni istər öhdəlik baxımından olsun, istər aktiv baxımından olsun. Yəni burada biz necə yanaşmalıyıq? Nəticə etibarilə ehtimal olunur ki, yəni ki, bu vəsait ya geri alınacaq, ya ödənilməlidir. Amma qərarda çıxır, məhkəmə qərarı çıxır ki, yox, bu sizə bu ödənilməyəcək və yaxud siz ödəməli deyilsiniz. Belə olduğu halda nə etməliyik? Siz indi hüquqşünasdan aldığınız bu nəticə nədirsə, həmin o nəticəyə uyğun tutaq ki, şərti aktiv tanımısınızsa, həmin o aktivi bu il tanıyırsınız. Qərar çıxdıqdan sonra isə bu verdiyiniz müxabirləşmə nədirsə, onu reverse eləyirsiniz. Yəni verilən məhkəmə qərarına uyğun olaraq reverse eləyirsiniz və bu sizin maliyyə hesabatlarınızın çox böyük bir ayıbı olur ki, siz maliyyə hesabatlarında yanlış etmisiniz. Yəni şirkət olaraq yanlış etmisiniz. Çünki bu çox əhəmiyyətli bir təhrifdir. Yəni və auditor da əgər bunu düzgün şəkildə qiymətləndirməyibsə, bu auditorun da artıq biraz ayıbı olur da belə deyim. Çünki bu dediyim kimi MUBUS 37 standartı çox riskli bir standartdır. Yəni əvvəlcədən bütün ehtimallar düzgün şəkildə dəyərləndirilməlidir. Və etibarlı qiymətləndirmə varsa, amma yenə nəticə etibarı ilə də bu bizə düzgün, yəni ki, qərar baxımından deyirəm də, son nəticə olduqda ki, hə, biz düzgün eləməmişik, bunu biz retrospektiv düzəltməliyik, yoxsa bunu perspektiv olaraq düzəltməliyik maliyyə hesabatlarında, yəni şərti öhdəliklərdə, aktivlərdə demirəm. Yo yo, burada zaten sadece izah edici qeydlərdə açıqlanır bunlar. İzah edici qeydlərdə açıqlanır. Başqa yerdə açıqlanmır. Maliyyə hesabatlarında Varlı başqa heç bir qiymətləndirmə. ön üzündə açıqlanmır bu. Sualımı deyəsən düzgün verə bilmədim. Yəni əgər biz dəqiq əminiksə ki, bu debitor borcu olmalıdır və bu Aha, maliyyələrin öz əksini tapır da, düzdürmü? bəli. Belə olduğu halda, yəni biz qiymətləndirmişik, amma nəticə etibarilə belə olmadı. Bizim belə deyək də ehtimalımız düzgün çıxmadı. Hı O hı, hal eləyirik. Yəni şərti aktiv öhdəlikdən danışmıram artıq. Bu maliyyə hesabatlarında əks etdirmişiksə bunu, istər aha, audit, istər elə şirkətin öz maliyyə hesabatlarında bu əks etdirilmiş olduğu halda. aha. Ya il dəyişib mi o zaman? İl Də, dəyişib ortada. bəli, İl dəyişib. dəyişibsə o zaman növbəti ilin artıq hesabatında bu debitor borc xərcə tanınmalıdır, zərərə götürülməlidir. Yəni perspektiv olacaq da, retrospektiv olmayacaq. Bunu demək istəyirsiniz? Yəni ki, düzəliş köhnə illərə Prospektiv olacaq, retrospektiv olmayacaq. bəli. Aha, çox Prospektiv olacaq. Burada da səbəb nə idi? Fərq ondan ibarətdir ki, manipulyasiya açıq olduğu üçün hər kəs özündə aktiv kimi tanıya bilər, amma digərində öhdəlik göstərməyə heç kəs meyilli deyil. Yəni burada nədir? Öhdəliyi hər kəs açıqlamaq istəmir. Amma aktiv olanda hər kəs onu öz izah-edici qeydlərində açıqlamaq istəyir. Ona görə burada bir dənə sürüşmə verir ki, yəni mümkün olduğu halda belə heç nə eləməyin deyir standart. Amma burada da neytrallıq var da, yəni şərti öhdəlikdə açıqladığın bir şeyi şərti aktivdə niyə standart qoymasın deyir. Sual yaranır da. Burada da neytrallıq prinsipini pozur, standart öz prinsipini pozur. Amma standart deyir ki, mən öz prinsipimi pozmağa razıyam, amma oxuyucuları yanıltmayım. Bir dənə sual var burada. O sualı cavablandırın, sonra sonuncu standart var. Onu keçməliyəm. Cavabı görməyək. Müəssisəyə qarşı 1 milyon manatlıq məhkəmə iddiası qaldırılıb. Şirkətin hüquqşünası bildirir ki, uduzma ehtimalı yüksəkdir. Rəhbərlik isə bildirir ki, hələ qərar çıxmayıb, ona görə hesabatda heç nə tanınmayıb. Bu vəziyyətdə qiymətləndirilmiş öhdəlik tanınmalıdırmı, yoxsa şərti öhdəlik kimi açıqlama kifayətdirmi? Hüquqşünas deyir ki, uduzma ehtimalımız yüksəkdir. Yüksəkdir. Mən Rəhbərlik yüksək isə deyir, ehtimal olanda qiymətləndirilmiş öhdəlik tanıyır. O da 50-99% rəhbərlik arası. isə qoymur. Deyir ki, hələ qərar çıxmayıb, heç nə tanımayın.
Zaten Deyir qərar bəlkə çıxsa deyir, birbaşa kreditor tanıyardıq da elə. Qərar yo deyir çıxmadığından. bəlkə mən gedib hakimlə danışıb razılaşacağam. Siz niyə eləyirsiniz ki? Danışanda danışarsan bəlkə ilə deyil ki, standartın tələbi budur. Mən ehtimal Ülkələr. yüksək. Yəni il Əgər ərzində hüquqşünas şərt yazmaq olar, ilin cavab sonunda verirsiniz, buyurun. qiymətləndirməyi keçirmək olar da, əgər dəqiqdirsə. İl ərzində şərtə salmaq olar, ilin sonuna baxmaq olar ki, həqiqətən dəqiqdirsə o, qiymətləndirmə keçirilmək olar. Aha, cavaba baxaq. Deyir, əgər hüquqşünasın rəyinə əsasən öhdəliyin yaranması ehtimal olunandır. Əgər hüquqşünasların rəyinə əsasən öhdəliyin yaranması ehtimal olunandırsa, bu artıq şərti öhdəlik deyil, qiymətləndirilmiş öhdəlikdir. Bu halda provision, yəni qiymətləndirilmiş öhdəlik tanınmalıdır, xərclər artırılmalıdır və mənfəət azalacaq. Auditor hüquqşünas rəyini əvvəlki oxşar işləri və rəhbərliyin əsaslandırmalarını təhlil etməlidir. Yəni rəhbərlik gedib hüquqşünasdan daha yaxşı versiyada gedib həqiqətən hakimlə danışıb öz fikrini əsaslandıra bilər. Yəni nəhayətində ola bilsin ki, indi hüquqşünas qədər hüquqi savada sahib olmaya bilər, amma nəhayətində şirkətin direktorudur. Amma bizim üçün standart nə deyir, o önəmlidir. Düzdürmü? Standart nə deyirsə odur. Bu da belə. Keçək indi bir dənə də balaca standart var idi, onu deyim sizə. Onu da bitirək. Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişiklik, uçot təxminlərində dəyişikliklər və səhvlər. Uçot siyasətindən uçot təxmini var. Bunlar MUV 8 standartı çərçivəsində tənzimlənir. Bu bir-birindən çox fərqli şeylərdir. Uçot siyasəti təxminə əsaslanmır və gələcək məlumatlara əsaslanır. Bu uçot siyasəti nədir? İzah edici qeydlərdə bilirsiniz də, o yazılanların böyük bir hissəsi uçot siyasətidir. Yəni şirkətin özünün uçot siyasəti olur. Məsələn, TTİA'nın ilkin dəyər və ya yenidən qiymətləndirmə modellərinin seçilimi, inventar üzrə AFCO və ya FIFO metodundan istifadə, hökumət subsidiyalarında istər netləşdirmə, istərsə də gələcək dövrün metodlarından gələcək dövrün gəlirləri metodunu seçin və bunlar hamısı uçot siyasətidir. Uçot təxmini deyil. Bunlar hamısı əgər bir dəyişiklik olacaqsa, retrospektiv yanaşma tətbiq olunur. Əvvəlki illərə də dəyişiklik tələb edir. Bu zaman əvvəlki dövrlərin maliyyə məlumatları yenidən hesablanır, yəni yenidən açıqlanır. Açılış balansları düzəldilir və müqayisəli məlumatlar uyğunlaşdırılır. Əgər retrospektiv tətbiq olunan, retrospektiv retro əvvəl deməkdir. Tətbiq praktik tətbiq olma mümkün deyilsə, dəyişiklik mümkün olan ən erkən tarixdən etibarən tətbiq olunmalıdır. Uçot siyasətləri yalnız iki halda dəyişdirilə bilər. Yəni hər şirkət rəhbəri tutaq ki, ya da şirkətin mühasibi ya da maliyyə direktoru mən uçot siyasətimi dəyişdim deyə bilməz. Dəyişiklik üçün əsas olmalıdır. Dəyişiklik müvafiq standart və ya şərhlər tərəfindən tələb edildikdə, yəni bunu MHB özü tələb elədikcə ola bilər və ya maliyyə hesabatlarının istifadəçilərinə daha uyğun və etibarlı informasiya təqdim etməsini təmin etdikdə ola bilər. Digər hallarda uçot siyasətinin dəyişdirilməsi yol verilən hesab edilmir. Yəni siz gedib bir audit edirsiniz və bir sürprizlə qarşılaşırsınız ki, biz uçot siyasətimizi dəyişmişik. Xeyr, dəyişə bilməzsiniz. Hara dəyişirsiniz? Bu əsaslandırma olmalıdır. Olmaz. Uçot təxminləri, bu uçot siyasətidir. Uçot təxminlər nədir? Gələcək məlumatlara əsaslanır. Uçot təxminlərində dəyişikliklər yeni məlumatların və yeni şəraitin nəticəsi kimi yaranır və bu dəyişikliklər səhv hesab edilmir. Belə dəyişikliklərin prospektiv qaydada, belə dəyişikliklər prospektiv qaydada tətbiq olunur. Yəni yalnız gələcək dövrün, cari dövrün və gələcək dövrün maliyyə nəticələrinə təsir edir. Yəni əsas fərqimiz nə oldu? Uçot siyasəti retrospektiv, əvvələ dəyişikliyi tələb edir. Uçot təxmini isə prospektiv, bundan sonraki dövr üçün maliyyə nəticələrinə təsir edir. Bunlar da nə ola bilər? TTİA'nın sona qalıq dəyərlərinin son istifadə müddəti məsələn deyək ki 10 il müddətini fikirləşmişdiniz ki, istifadə müddəti 10 il idi, 15 il ərzində. Məsələn bu subsidiyanın geri qaytarılma tutaq ki müddəti var, o dəyişib. Debitor borclar üzrə ehtiyatı tutaq ki 2% müəyyən eləmişsiniz, 3-ə qaldırdınız. Bu ola bilər. Sökülmə xərclərinin məbləğini tutaq ki
100 min demişdiniz, 110 min oldu və s. Məsələn, bunlar hamısı uçot təxminidir. Yəni təxmin edirsiniz ki, bu rəqəmlər dəyişir. Bunlar uçot siyasəti deyil, prospektiv yanaşma tətbiq edilir, cari il və sonrakı illərə təsir edir. Əvvəlki illərdən işimiz yoxdur. Bu da uçot təxmini idi. Səhvlər nədir? Səhvlər əvvəlki dövrlərdə maliyyə hesabatlarında buraxılmış yanlışlıqlar və ya uyğunsuzluqlardır və bunlar riyazi səhvlər, uçot siyasətlərinin yanlış tətbiqi, məlumatların nəzərə alınmaması və ya səhv şərh edilməsi daxildir. Səhvlər dələduzluq nəticəsində də yarana bilər, lakin hər bir səhv avtomatik olaraq dələduzluq da hesab edilməməlidir. Səhvlərin düzəldilməsi zamanı əhəmiyyətlilik, yəni materiality bizim üçün əsas prinsipdir. Yalnız maliyyə hesabatlarının istifadəçilərin iqtisadi qərarlarına təsir edə biləcək səviyyədə olan səhvlər retrospektiv olaraq düzəldilməlidir. Əgər əhəmiyyətli deyilsə, bunlara ümumiyyətlə heç baxmayacaqsınız. Əhəmiyyətli səhvlər retrospektiv qaydada düzəldilməlidir. Yəni əvvəlki dövrlərin maliyyə hesabatları yenidən təqdim olunmalıdır. Bu zaman açılış balanslarında düzəliş aparılır və müqayisəli məlumatlar uyğunlaşdırılır. Uçot təxminlərindəki dəyişikliklər ilə səhv arasındakı əsas fərq ondan ibarətdir ki, təxmin dəyişiklikləri yeni məlumat və şəraitə əsaslanır. Səhvlər isə mövcud məlumatların yanlış tətbiqi, nəzərə alınmaması və ya yanlış şərh edilməsi nəticəsində yaranır. Bu fərqin düzgün müəyyən edilməsi uçot yanaşmasının seçilməsi üçün kritik əhəmiyyət daşıyır. Bu səhvlər iki yerə bölünür: ixtiyari və qeyri-ixtiyari. İxtiyaridirsə, bir insan ixtiyari olaraq səhv eləyirsə, yəni bilərək səhv eləyirsə, bu artıq dələduzluqdur. Düzdürmü? Əgər qeyri-ixtiyari səhv eləyirsə, bilməyərək səhv eləyir, hamımız bilməyərək səhv eləyə bilirik. Hər iki səhvlər üzrə də əhəmiyyətlilik də nəzərə alınaraq retrospektiv yanaşma tətbiq olunur. Uçot siyasətində dəyişiklik, uçot təxminlərində dəyişiklik və ya səhvlərin düzəldilməsi zamanı maliyyə hesabatlarındakı qeydlər müvafiq açıqlamalar verilməlidir. Bu açıqlamalara dəyişikliklərin mahiyyəti, maliyyə təsiri və ya tətbiq olunan yanaşma daxil edilməlidir. Uçot siyasətləri və təxminlər üzrə qərarlar yüksək peşəkar mühakimə tələb etdiyindən rəhbərlik tərəfindən manipulyasiya riski mövcuddur. Müəssisələr və mənfəətin sabitləşdirilməsi, zərərin gecikdirilməsi və ya nəticələrin optimallaşdırılması məqsədi ilə uçot təxminlərindən və siyasət dəyişikliklərindən istifadə edə bilirlər. Bu səbəbdən də bu sahə xüsusi diqqətlə qiymətləndirilməlidir. Yəni biz birinci uçot siyasəti ilə uçot təxmini arasındakı fərqi bilməliyik ki, bizi manipulyasiya etməsinlər. Sonra səhvlərin nə olduğunu düzgün aşkarlamalı və onu bacarmalıyıq ki, biz dələduzluq mu var, yoxsa bu qeyri-ixtiyari bir səhvdirmi, onu ayırd etməli, bacarmalıyıq. Debitor ehtiyatlarının azaldılmasına bir dənə baxaq. Müəssisə əvvəl debitor borclar üzrə 10% ehtiyat yaradırdı. 2025-ci ildə bu faizi indirib 3%. Rəhbərlik bunu yeni məlumatlar əsaslandırır. Bu dəyişiklik təxmin dəyişməsidir, yoxsa manipulyasiyadır? Necə qiymətləndirilməlidir? Cavabınız nədir? Müəllim, bu dedik şeydir də, debitor borcların 2% deyim, 3% olub, bu uçot təxminləridir və həm də bunlar prospektiv düzəliş olunur da, retrospektiv olunur. Yəni təxmindir bu. Təxmin, bəli, təxmin. Debitor ehtiyatı uçot təxminidir, prospektiv tətbiq olunur. Amma burada əsas sual odur ki, bu dəyişiklik əsaslandırılıbmı? Əgər kredit riskində real dəyişiklik yoxdursa və yalnız mənfəəti artırma məqsədi varsa, bu menecmentin meyli, menecment bahis deyirlər buna. Auditor debitor ödəniş tarixçəsini və iqtisadi mühiti analizini aparmalıdır. Bir dənə də sual var herhalde. Aha. Müəssisə əvvəl FIFO-dan istifadə edirdi. 2025-ci ildə AFCO metoduna keçir və bunu uçot təxmini dəyişikliyi kimi göstərir. Retrospektiv olaraq da düzəliş aparmır. Bu dəyişiklik düzgün təsnif olunur mu, yoxsa necə tətbiq olunmalıdır? Yox, icazə yoxdur. FIFO-dan AFCO-ya. Əvvəl bu uçot siyasətində dəyişiklik hesab edilir. Onu da icazə verilmir. Yalnız iki halda dəyişmək olar. Standart dəyişsə, bir də maliyyə hesabının istifadəçilərinə daha dolğun informasiya vermək məqsədilə.
Baxın, uçot siyasətində dedim ki, AFCO və ya FIFO seçimi uçot siyasətidir. Uçot Bəli, təxmini deyil. siyasət edən. FIFO-dan AFCO uçot dəyişməz, uçot siyasətinin dəyişməsidir. Bu halda retrospektiv tətbiq olunmalıdır və əvvəlki dövrlər yenidən açıqlanmalıdır. Auditor dəyişikliyin motivini, əvvəlki dövrlər təsirini və rəhbərliyin əsaslandırmasını yoxlamalıdır. Yəni, niyə dəyişir bunu? Nə səbəbə dəyişir? Dəyişmək üçün əsas varmı? Belə. Burada da tamamdırsa, audit prosedurları da var. Mən keçən dəfə də bunu göstərə bilməmişəm, yadımdan çıxıb. Yəni, audit prosedurlarına da artıq özünüz baxarsınız. Hər bir göstərdiyim bugünkü standart üzrə prosedurlar necə olmalıdır? Burada detallı şəkildə açıqlanıbdır. Belə, standartlar bugünlük bu qədər idi. Əgər əlavə suallarınız varsa, cevablamağa hazıram. Əks halda sağollaşıq. Təşəkkür edirik. Çox sağ olun. Siz sağ Çox olun. sağ olun. Sağ olun. Çox sağ olun. Siz sağ olun. Sağ olun, çox sağ olun. Sağ olun. Elmina xanım. Bəli, Şamxal müəllim. Yekunlaşdırdınız Yekunlaşdırdım. deyəsən. Bəli. Çox sağ olun, Şamxal müəllim. Sağ olun. Hələlik. Sağ olun. Özünüzə yaxşı baxın. Sağ olun.